Xədicə. Hər vaxtınız xeyir dostlar. Bugün Sənvar doktor bizə İsveçrədəki karyerasından danışacaq. Necə getmək olar? Sadəcə bu daha çox interaktiv keçəcək. Bu daha doğrusu mitinqimiz biraz interaktiv keçəcək. Maksimum şəkildə interaktiv edə bilsəz nə xoş olar bizə. Doktor siz də istəsəz yavaş-yavaş başlayaq. Ə, Əvvəlcə hamınızı salamlayıram. Bu Novruz ərəfəsində hamımızın bayramını təbrik eləyirəm. Ə, Xoş bayramlara. Ə, mən belə deyək də İsveçrədə işləyirəm artıq hardasa 3 il yarımdır, amma ondan öncəki ə, iş karyeram, təhsilim Fransada olubdu. Hardasa artıq neçə ildir? 17 ilə yaxındır Avropadayam və burada təhsilimi və işimi qurmuşam. Əslində belə baxanda Azərbaycanla da həmişə əlaqələrim qalıb, istəyir şəxsi əlaqələrim, istəyir professional əlaqələrim maksimum şəkildə saxlamağa çalışıram. Bugünkü dediyim kimi mən prezentasiya hazırlamamışam. Çünki əslində prezentasiya hazırlamaqda çox tənbəl birisiyəm. Həm də dedim ki, Məhəmməd bəyin dediyi kimi interaktiv keçsin görüş, suallara cavab verək, ümumiyyətlə danışaq, yəni bir söhbət əsnası kimi keçsin bu görüş. Çünki mənə də xoş olar hazırki kolleqalarımla, gələcək kolleqalarımla danışmaq və bölüşmək. Əslində bu söhbətin həm medikal, həm də biraz nə deməkdir həkimlik mənim gözümdən? Həkim olmaq nə deməkdir? Tibb işçisi olmaq nə deməkdir? Bundan danışmaq istəyirəm. Çünki çox zaman həkimlərimiz gəlirlər, tələbələrimiz gəlirlər, həkimliyə bir müddətdən sonra baxırlar ki, yox, bu onlarlıq deyil, müəyyən çətinliklər yaşayırlar və ona görə əslində həkim olmaq nə deməkdir, ora gəlmək üçün nələr lazımdır, hansı insani xarakterlərə sahib olmaq lazımdır, onlardan da danışmaq istəyirəm. Çünki bu da mənə elə gəlir ki, ən azından təhsil qədər, tibbi təhsil qədər önəmlidir. Demək, mən 2007-də əslində bir il Azərbaycanda oxudum. Bir il universitetdə, tibb universitetində oxudum. Ondan sonra birinci kursun sonunda dövlət xətti ilə belə bir fürsətim oldu. Fransaya gəlib tibb təhsilini yenidən başlamaq. Fransaya gəldim, tibb təhsilini başladım. 6 il tibb təhsilini elədim. Ondan sonra daxili xəstəliklər üzrə tibb rezidenturasını qurtardım. Doktoranturamı müdafiə elədim. Ondan sonra 3 il doktoranturadan sonra işlədim. Qərar verdim ikinci ixtisası eləməyə, onkolojini eləməyə və 3 il yarım bundan əvvəl İsveçrəyə gəldim və İsveçrədə ikinci ixtisasımı onkolojini eləyirəm. Əslində indi belə deyək də fürsətim oldu həm Fransanı, həm İsveçrəni tanımaq, həm ölkə olaraq tanımaq, həm insanlar olaraq tanımaq, həm sistem olaraq tanımaq və bu mənə belə deyək də həm insan olaraq da, həm də professional olaraq da böyük təcrübə gətirdi. Bəzən dilimdə çaşqınlıq olursa üzr istəyirəm. Çalışıram maksimum dərəcədə danışım, səlis danışım. Demək, əslində tibb nə deməkdir? Əslində həkimlik nə deməkdir? Birinci ondan başlamaq istəyirəm. Çünki həkimlik yəni professiya deyil. Həkimlik bir olmaq halıdır. İnsan gərək, xüsusən də əgər xaricə gedib təhsil almaq istəyirsinizsə, xaricdə təhsil almağın özünün öz çətinlikləri var. Tibb təhsili ümumiyyətlə hər yerdə çətindir. Amma xaricdə təhsil almaq yalnızlıq deməkdir. Xaricdə təhsil almaq hər şeyində özün olmaq deməkdir. Xaricdə təhsil almaq xarici insanların bəzən sənə yuxarıdan aşağı baxmaqlarını müəyyən qədər görüb və onunla baş eləmək deməkdir. 50 dəfə yıxılıb 51-ci dəfə durmaq deməkdir, bu deməkdir. Xarici təhsil almağın bu tərəfi mütləq var, bunu görmək lazımdır. İkinci bir tərəfi həkim olmaq yəni incəsənət deməkdir. Necə ki, bir ədəbiyyatçı yazanda öz yazıları ilə özünü ifadə eləməyə çalışır, bir rəsm əsərini çəkəndə rəssam özünü ifadə eləməyə çalışır. Həkimlərimiz də gərək
öz işlərində özünü ifadə eləməyə çalışsınlar. Xüsusən də indiki dövrdə. Niyə indiki dövrdə demək istəyirəm? Çünki hamımız bilirik ki, intelligence artificiel var və demək olar ki, hər yerdə bu dəqiqə ChatGPT-yə yazanda, məsələn, filan kansera necə tədavi eləmək lazımdır, sizə bütün liniyaları çıxardır. Metastatik liniya, birinci liniya, ikinci, hamısını bir-bir çıxardır. Amma bizi ondan fərqləndirən nə olmalıdır? Biz insanlarıq. Birinci, həqiqətən gərək həkimliyi sevək və insanları sevək, yaradılışı sevək. Bundan başlamalıyıq həkimliyə. Əgər bu bazanız yoxdursa, illa ki də həkim olmaq istəyirsiniz, patologiyaya gedin. Anatomopatologiya ya da biologiyaya gedin. Amma klinikaya gəlməyin. Çünki yoxsa 2 il keçməmiş burnoutdur. Həqiqətən bunu deməyi bütün tələbələrlə danışanda deyirəm, çünki çox önəmlidir. Və insanları dinləməyi bacarmalısınız. İnsanlarla xüsusən empatik olmağı bacarmalısınız. İnsanları sevməyi bacarmalısınız. Çünki bəzən xəstələriniz sizə xüsusən onkologiyada elə şeylərini gəlib deyirlər ki, heç öz həyat yoldaşlarını demirlər, övladlarını demirlər, analarını demirlər. Bunu dinləməyi bacarmalısınız. Buna açıq olmağı bacarmalısınız. Birinci demək istədiyim budur ki, sahənizi sevməlisiniz, çünki çətin sahədir, çox fədakarlıq tələb edən sahədir, amma çox gözəl sahədir. Yəni, bilmirəm, indi bəziləriniz var ki, artıq başlamışsınız həkimlik sahəsinə, artıq klinikadasınız, artıq işləyirsiniz, neçə il eksperyansınız var, amma yəni, təcrübəniz olmayan sahələrdə deyirəm ki, yəni, hər şeyi bir tərəfə qoyun. Mənim indi burada yoxumdur, o birisi evdədir. Bir evdə guşəm var, orada bütün xəstələrimin mənə yazdığı, mənə verdiyi hədiyyələrdir, mənə yazdığı məktublardır, hamısını qoymuşam və onlar mənim yaşam mənbələrimdir. Əgər həkimliyə bu cür baxmırsınızsa, bu qədər sevmirsinizsə, gəlməyin. Çünki nə puluna görə dəyər, nə zəhmətinə görə dəyər, heç nəyinə görə dəyməz. Həqiqətən, amma bu sevginiz varsa həkimliyə, insanlara, yaradılışa, təbiətə, o zaman gəlin bütün çətinliyi keçəcəksiniz. Bu giriş baxımından demək istədiyim idi. Professional baxımından gələndə, demək mən gələndə Fransadakı sistem belədir. Əslində Fransa ilə İsveçrəni müqayisə elədiyimdə Fransanın xaricilərə açılmağı çox qısıtlıdır. Fransa almır xariciləri öz tibb sahəsinə, alsa da çox çətinliklə alır, çox elə bil ki, məşəqqətlə alır. Demək olar ki, əgər siz internaturanı bitirmiş bilə həkim olsanız, gəldikdən sonra sizə bütün 6 ili keçməyinizi tələb eləyir və bundan sonra da onların birinci il konkursu var ki, çox çətin bir konkursdur. Demək olar ki, cəmi 20% keçir tələbələrin. Yəni, odur sistem və Fransaya gəlməyinizi bu baxımından, əgər tibbə başlamamısınızsa, birinci, ikinci kursdasınızsa, özünüzə güvənirsinizsə və bütün bu çətinlikləri keçməyə hazırsınızsa, o başqa. Amma artıq 4-cü kursuz, 5-ci kursuz ya internaturadasınız, Fransaya gəlməyi sizə məsləhət görməzdim, çünki təzədən başlandıracaq və çətindir. Amma İsveçrə başqadır. İsveçrə daha açıqdır. Mən bunu İsveçrəyə gəldikdən sonra gördüm. Sözünüzü məlumatım yox idi. İsveçrəyə açılış daha çoxdur. Hətta məsələn mən burada indi Lozandayam, universitet xəstəxanasıdır və tanınmış xəstəxanalardandır. Burada demək olar ki, İsveçrəli 1-2 nəfər olur. Hamısı qalan olur, belə deyək də, gəlmələrdir. Nədir? Belçikadan var, İtaliyadan var, İrandan çox var, Yunanistandan var, Türkiyədən var. Yəni, həqiqətən demək olar ki, bütün dünya ölkələrindən var. Təəssüf ki, Azərbaycandan görməmişəm, amma bir iş yoldaşım var, o mənə dedi, amma ki, hələ ki qayıdış olmayıbdır mənə. Cərrah olmalıdır, ürək damar cərrahı. Səhv eləmirəmsə, adı məndə vardı, amma belə, yəni bir nəfər keçibdir buradan, onu bilirəm, amma hələ ki şəxsi tanışdığım yoxdur. İnşallah bir gün olar tanışarıq. Belə, amma digər tanıdığım təəssüf ki, Azərbaycanlı yoxdur. Amma burada artıq yavaş-yavaş tanıtmağa başlayıram Azərbaycanı. Çünki birinci soruşurlar məndən ki, orijinin nədir, mənşəyin nədir?
deyirəm ki, Azərbaycanlıyam, baxmayaraq ki, Fransa yolu ilə gəlmişim də, əslində fransız kimi gəlmişəm. Amma mənşəyim Azərbaycanlıdır, onsuz da, yəni fenotipimə baxanda da məndən deyirlər ki, hə, aziyatiksən. Deyirəm, hə, aziyatikəm. Belə. E, necə gəlmək olar? Əslində onun üçün indiki tələbələrimizə mən çox şəkildə məsləhət görürəm gəlməyi İsveçrəyə. Çətindir. İsveçrənin qapıları açılmağı çətindir. Amma açılandan sonra da burada qalmağı ondan daha çətindir. Çünki həqiqətən çox şey tələb eləyirlər sizdən. Çox əmək tələb eləyirlər sizdən və bunu əgər çox fədakarlıq tələb eləyirlər. Nə baxımından? Demək olar ki, başqa həyatın olmur da, ancaq işləyirsən. Yəni budur. Və xüsusən də onkoloji sahəsində ancaq işləyirsən. Bütün günü belə deyək də ajoq olmağın üçün də, gündəmdə olmağın üçün mütləq işləmən gərəkir. Amma yaxşı tərəfləri nədir? Yaxşı tərəfləri odur ki, müxtəlif ölkələrdən olduqları üçün həm müxtəlif insanları tanıyırsan, müxtəlif ölkələrdən kültürel olaraq sənə çox şey qatır, çox maraqlı olur. Məsələn, mən bu dərəcədə Fransada da rezidenturamı eləmişdim, Fransada qurtarmışdım da, 3 ildə işləmişdim də, təcili yardımda işləmişdim. Klinika var, onkoloji klinika, orada işləmişdim. Amma bu qədər qarışıq millətlilik yoxdur deyə bu qədər ləzzət eləməmişdi mənə. Amma burada məsələn ləzzət edir. Çünki Belçikadan görürsən, nə bilim İtaliyadan görürsən. Məsələn Novruz oldu, oradakı İranlı iş yoldaşlarımdan təbrikləşdik. Bu mənə çox ləzzət elədi ki, Fransada mən Novruzu heç bir iş yoldaşımdan izah eləyə bilmirdim ki, bu nə deməkdir də. Belə onun üçün çox maraqlıdır. Gəlmək üçün əslində şans var. Sadəcə olaraq qətiyyətli olmaq lazımdır. Qətiyyətli olmaq lazımdır dediyimdə nədir? Məsələn, mən elə Fransadan gələndə demək olar ki, yalan olmasın 30 yerə CV göndərmişdim. Halbuki fransız diplomu ilə gəlirdim. Ondan sonra hə, məni qəbul edilər. İndi gəlmək istəyirsinizsə, əslində 2 sizə internet saytı deyəcəm ki, çoxunuz yəqin ki bilirsiniz, əgər maraqlanmısınızsa İsveçrə ilə. Mebekodur, bir də FMH-dır. FMH, yəni bunlarda belə deyək də, bütün həm rezidentlərin, həm həkimlərin necə gələ bilərlər, hansı ixtisası istəyirlərsə, yaza bilərəm əlbəttə. Bir dəqiqə qoy, hamısıya yazım. FMH, belə Google-da yazsaz çıxacaq, bir də Mebeko. Yəni bu elə bil ki, 2 əsas mokledir də, əsas sözlərdir. Bunları yazırsınız. Mebeko həkimlərin tanınmasının eləyən sistemdir, diplomların tanınmasıdır. FMH-da nələri eləməlisiniz? Əslində orada hər bir məsələn sahənin, tutaq ki, məsələn cərrahiyyə sahəsi istəyirsiniz. Deyir sizə ki, cərrah olmaq üçün İsveçrədə nələri eləməlisiniz? Onu deyir. Ya da nə bilim başqa, məsələn mən onkolojini götürüm, onkoloq olmaq istəyirsiniz. İsveçrədə nə eləməlisiniz? Onkologiyanı götürəndə İsveçrədə 2 il medisin intern gedir, yəni daxili xəstəliklər gedir və 4 il onkoloji sahə gedir. Yəni sırf onkologiya ilə məşğul olmalısınız. Yəni budur. Bundan sonra xəstəxanalar bölünürlər. A kateqoriyası, B kateqoriyası, C kateqoriyası. A kateqoriyasındakı xəstəxanalar, yəni universitet xəstəxanalarıdır, böyük xəstəxanalar sayılır. B kateqoriyasındakı nisbətən periferiklər sayılır. C kateqoriyasındakı daha periferik sahələr sayılır. Yəni diplomunuzu almaq üçün minimum 2 il A kateqoriyasında olmanız gərəkir, öz sahənizlə əlaqədar. Sonra da qalan sahələri də B kateqoriyasında və ya C kateqoriyasında eləyə bilərsiniz. Amma mütləq 2 il A kateqoriyasında, universitet kateqoriyasından keçmək lazımdır. Mən yarım il B kateqoriyasında elədim İsveçrədə. Artıq 3 il yarımdır da A kateqoriyasındayam. Yəni belə. Maraqlı tərəfləri nədir İsveçrədə olmağın? Məsələn, onkolojidən belə deyək də, onkoloji ilə maraqlananlar bilirlər ESMO nədir, ASCO nədir. Məsələn, onu deyə bilərəm ki, ESMO-nun yaradıcılarından, qurucularından biri olan Profesör Solange Peters bizim rəhbərimizdir də.
yəni yəni o qadını görəndə mən saat nəfəsim tutulur demək olar ki. E, yəni bu, bu məsələn mənim üçün bir şans. Yəni dünyada, Avropada ESMO-dur. Ümumiyyətlə bütün dünyada ESMO və ASCO-dur. Çünki Amerikanı götürür ASCO. Yəni onun aparıcılarından biri, rəhbəri mənim rəhbərimdir. Çalışdığım xəstəxananın rəhbəridir. Bu mənim üçün böyük bir şeydir. Yəni hər birimiz üçün böyük bir şey ola bilər. Ondan kontaktda olmaq, ondan öyrənmək, onun karyera yolunu izləmək, istəyir həm şəxsiyyət kimi, istəyir həm həkim kimi, bunlar çox önəmlidir. Belə. İkinci bir şey məsələn etüdlərdir. Etüdlər gedir burada. Faz 1 etüdlər olsun, faz 2 etüdlər, ya faz 3 etüdlər olsun ki, bunlar çox önəmlidir. Üçüncü məsələlər, məsələn, dediyim kimi, guidelinesları eləyənlərin, dünyadakı guidelinesları eləyənlərin əlindən su içirsən, belə deyək, öz dilimizcən, bu çox önəmlidir. Nə cür yanaşırlar, nə cür yanaşma eləyirlər. Məsələn, ən son terapiyaları görürsən, bir dənə mən prezentasiya eləmişdim Azərbaycan Neft Akademiyasında var idi, biolojide innovativ sahədə. Məsələn, burada olunan PET-PSMA, onu 2 il bundan əvvəl eləmişdim. PET-PSMA metabolik terapiyanın, radionukleid metabolik terapiyanın burada İsveçrədə təzə-təzə belə deyək də işləndiyi vaxtlar idi. Məsələn, mən bunu Azərbaycanda təqdim eləmişdim onlayn yolu ilə. Məsələn, bunu təqdim edirsən, bəzən xəstələr gəlir sənə ki, budur, eləyə bilirsən. Yəni, bu mənim üçün çox önəmlidir. Yəni, bura gələcək olan hər bir tələbəmiz üçün, hər bir həkimimiz üçün bu çox önəmlidir. Yaxşı tərəfləri bunlardır. Pis tərəfləri dediyim kimi, pis tərəfləri odur ki, yəni psixolojikman güclü olmaq lazımdır. Psixolojikman güclü olmaq lazımdır. Çünki bilirsiniz, əslində həkim olmaq bəzən adam olmağa yetmir. Bəzən elə rəhbərlərin olur ki, yəni məncə bu hər yerdə belədir. Azərbaycanda da belədir, Türkiyədə də belədir, Almaniyada da belədir, hər yerdə də belədir. Məsələn, baxırsan ki, bu həkim olub amma belə deyək də, amma insanlığını tamamlamamış biridir. Ona görə əslində həkim olursunuzsa, məsələn mən deyərdim ki, Azərbaycanda bilmirəm, var yoxsa yoxdur, deyəsən yoxdur. Amma mənim özümə görə, əgər mənim elə bir səlahiyyətim olsaydı, həkimliklə bərabər ədəbiyyatı qoşardım. Ədəbiyyat öyrənmək lazımdır. Niyə? Çünki insanları anlamaq üçün. Psixologiya öyrənirik, okey. Amma ədəbiyyat qoşmaq lazımdır ki, insanı anlamaq. Əgər insanı anlamaq kimi bir obyektiviniz yoxdursa, həkimliyə yəni gəlməyin. Çünki birinci həkimlik üçün insanı öyrənmək lazımdır. Hər gələn xəstənizdən, yəni xəstəyə dosya kimi baxmayın, lütfən. Xəstəyə insan kimi baxın, həkim kimi baxın. Çünki Allah eləməsin, amma bəzən o baryerin o birisi tərəfində biz ola bilirik ya da yaxınlarımız ola bilir. Ona görə ilk öncə xəstələrinizə də elə yanaşın. Və buna yanaşandan sonra çox yaxşı həkim ola bilərsiniz. Amma yaxşı xəstəni anlayan həkim və professionallığı ilə yanaşan həkim, həm bilgisi ilə, həm insanlığı ilə yanaşan həkim, heç bir xəstə onu inanın unutmur. Neçə illər sonra da unutmur. Və budur, əsas demək istədiyim mesaj sizə budur. Çünki istəyir intelligence artificieldən olsun, istəyir internet saytlarından olsun, öyrənirik, öyrənə bilirik, öyrənməliyik. Update mütləq olunmalıyıq. İstəyir terapi siblelər olsun, türkcə akıllı ilaçlar deyirlər də, yəni targeted terapiyalar olsun. Bunlar çox çıxır, çox gözəl şeylər eləyir. İmmunoterapiyanın elədiyi, melanomda elədiyi ya da ağciyər xəstəliklərində elədiyi revolyusiyalar dəhşətli bir şeylərdir. Remisyonlara qoyulur xəstələr neçə illərdən sonra. Amma inanın, əgər xəstə ilə kontaktınızı qura bilmirsinizsə, mümkündür. Həkim olmaq mümkündür. Yəni demək istədiyim budur. İndi sizin suallarınıza belə deyək də məmnuniyyətlə açığam.
Buyurun. Nə sual vermək istəyirsə buyurun. Doktor, iki sual var çatda. Hı hı. İcazə versiniz mən onları deyim sizə. Buyurun. Bir dostumuz sual verib ki, Almanya diplomu ilə nə dərəcədə İsveçrədə işləmək olur? Bu haqda bilirsinizsə bilgiləndirsəniz çox sevinərəm. Almaniya diplomu ilə əslində belə deyək də, Fransada məsələn mənim öz eksperyansımdan götürəndə mən 6 illik diplomumu Fransada bitirdikdən sonraki fransız diplomu idi və fransızlarla oxumuşdum. Yəni onların keçdiyi təhsillə, keçdiyi yolla heç bir fərqim yox idi fransızla və diplom da Avropa diplomu idi. Mən gəldim ki, dedim MEBUKO-ya o vaxt 2015-də qurtarmışdım mən. Gəldim ki, bəs mən İsveçrəyə gəlmək istəyirəm, diplomumu tanıtmaq istəyirəm. Mənə dedilər ki, Avropa vətəndaşısan, onda Avropa vətəndaşı deyildim. Dedim ki, yox, xeyr, Avropa vətəndaşı deyiləm də, Azərbaycan vətəndaşı idim. Yox dedi, o zaman sənin diplomu tanıda bilmərik. Mən ilk belə deyək də şokumu onda yaşadım. Yəni niyə? Sən mənim diplomumu tanıyırsan da, mənim diplomum fransız diplomudur və heç bir fransız diplomu, heç bir fransızla əlaqəsi yoxdur. Sadəcə sən mənim vətəndaşlığımı sorğuluyursan, bunun diploma nə əlaqəsi var? Amma çox qəribədir ki, belədir. Yəni, əgər Avropa, Almaniya vətəndaşıdırsa, başqa. Amma Almaniya vətəndaşı deyilsə, Avropa diplomu onun tanınmayacaqdır. Ancaq İsveçrədə yenidən diplomunu tanıtmalıdır. İsveçrə ekvivalans imtahanı var. Amma Almaniyada keçdiyi stajlar, çünki mən bilmirəm həmin adam Almaniyada hansı stajları keçib ki, diplomu tanınsın. Onları qiymətləndirə bilib öz kürsüsünə yazdıra bilər. Məsələn, tutaq ki, məsəl üçün deyirəm də, əgər gəlib onkolojini eləmək istəyirsə, həmin bu sualı verən kolleqam, o zaman diplomu tanınmayacaq. Amma ona işləmək hüququ əlbəttə ki, veriləcək və Almaniyada nə işləyibsə, onlar sayılacaqdır. Bilmirəm, fikrimi izah eləyə bildimmi? Əgər nəsə aydın deyilsə, yəni Avropada elədiyi staj, elədiyi iş, əgər onu belə deyək də kağızla ya da raportla gətirə bilirsə, itməyəcəkdir. Axşamınız xeyir bir daha. Sualı mən vermişdim. Siz dediniz ki, Fransa diplomu ilə Azərbaycan vətəndaşlığı ilə qəbul eləmədilər də İsveçrədə. Bəs necə davam elətdirdiniz? Yox, qəbul eləmədilər başqadır. Məsələn, bu dəqiqə istənilən Azərbaycanlı ya da digər ölkənin vətəndaşı gələ bilər, Azərbaycan diplomu ilə deyə bilər ki, mən CV-mi göndərirəm, işləmək istəyirəm. Bu mənə elə gəlir ki, anlar. Mən o yolu keçməmişəm, onu deyə bilmərəm sizə. Amma mənə elə gəlir ki, anlar. Niyə mənə elə gəlir deyirəm? Çünki mən görürəm, İrandan gələni görürəm, Türkiyədən gələni görürəm ki, bunlar Avropa vətəndaşı deyillər. Sadəcə bunun üçün nə etmək lazımdır? CV-ni keçmək lazımdır. CV-ni göndərirsən müxtəlif yerlərə. CV-ni də hara göndərə bilərsiniz? Xəstəxanaların rəhbərlərinə göndərirsiniz. Onu da FMH-ın saytından girib tapa bilirsiniz. Məsələn, FMH-ın saytı yazırsınız. Məsələn, deyirəm, kardioloq olmaq istəyirsiniz. Kardioloji. Orada sizə çıxacaqdır. Klass A xəstəxanaları və kontaktlar, kiminlə əlaqə saxlamaq istəyirsiniz. Klass B, klass C. Oradan girib baxırsınız, göndərirsiniz CV-nizi. Yenə deyirəm, yalan olmasın, 100 yerə göndərin CV. Yəni, göndərin. CV-nizi göndərirsiniz motivasiya məktubunuzla. Ondan sonra biri sizi qəbul edir, yəni mütaliəyə çağırır da sizi və gedirsiniz o görüşməyə. O görüşmədə əgər sizi qəbul elədi, siz gedirsiniz, başlayırsınız işləməyə. İşləməyə başladıqdan sonra o sizə o işlədiyiniz müddət ərzində diplomunuzu tanıtmaq üçün yəni imtahandan keçməlisiniz. Medisina intern imtahanı var, bir də sonra ixtisas imtahanı var, keçməlisiniz. Bu belə. Yəni bu cürdür. Bunu əslində hər bir ölkədən gələn eləyə bilir. Yəni illa ki diplomunuzun Almaniyada mən bildiyim qədərilə fərqlidir. Almaniyada diplomunuzu tanıtmalısınız, ondan sonra başlamalısınız işləməyə. İsveçrədə elə deyil. Birdən də bir şey soruşmaq istirdim. Üzr sözünüzü kəsdim. Onda belə çıxır ki, Avropa vətəndaşlığın olarsa, yəni belə problemlərə çox da ehtiyac qalmır. Yəni olmur belə problemlər. Amma sırf Avropa vətəndaşlığın olmayanda gəlib imtahan falan belə şeylər.
Elədir. Başa. Yəni mən məsələn o vaxt gələndə, mən sonra 2021-də gəldim də bura. 2020-də Avropa vətəndaşlığımı aldım. Ona görə də mənim gəlməyim, elə bil ki, mən o vaxt gələndə məlumatsız idim, bilmirdim də. Əslində mənə desəydilər ki, 2015-də də gəlibsən İsveçrədə işləyə bilərsən, indi işlədiyin kimi, heç mən bəlkə müəyyən öz səbəblərimə görə yəqin ki, gözləyərdim Avropa vətəndaşlığımı alıb sonra gələrdim. O da uzun çəkən bir müddətdir də. Avropa vətəndaşlığını almaq rahat 5 il çəkir. 3-5 il rahat çəkir. İndi yəni ən azından onu düşünərdim də, fikrimi izah eləyə bildim. Amma mən elə bildim ki, o vaxt mənə 2015-də rədd cavabı gələndə ki, sənin diplomunu tanımırıq, çünki Avropa vətəndaşıyıq. Həqiqətən çox şok oldum ki, nə əlaqəsi var. Ondan sonra dedim ki, yəni mən əgər Avropa vətəndaşı olmasam, mənim qabağıma bu cür maneələr çıxacaq. Demək ki, mən Avropa vətəndaşı olmalıyam. Ondan sonra mən artıq 2016-17-ci ildə artıq Avropa vətəndaşlığına verdim və Fransa vətəndaşlığını aldım. Ondan sonra 2020-də mən 21-də vətəndaşlığını aldım Fransanın. Sonra elə bil ki, mən axı dediyim kimi Fransada birinci ixtisası qurtardım da, daxili xəstəlikləri qurtardım. Fransada artıq bir rezidenturamı qurtardım. 3 ildə həkim kimi, yəni artıq rezident kimi yox da, tam şeyli həkim kimi, tam diplomlu həkim kimi işlədim. Monakoda da doktoranturamı müdafiə elədim. Amma tam heç onkologiya ilə əlaqəsi olmayan xəstəliklərlə getdim mən. Neyrodejenerativ xəstəlikləri götürdüm. Parkinson xəstəlikləri və onun diaqnostikasında eye tracking üsulunu araşdırdım, onu elədim. Amma yəni demək istədiyim kimi ondan sonra mən gəldim, göndərdim birinci diplomumu da 6 illik diplom. Artıq 6 illik diplomumu mən Mebekoda təsdiq eləyəndə artıq Fransa vətəndaşıydım. Fransa vətəndaşı kimi Avropa diplomumu təsdiq elədim. Ondan sonra da daxili xəstəliklər uzmanı diplomumu da təsdiqlətdim Fransa vətəndaşı kimi. Yəni 2 diplomumu da. Fikrimi bilmirəm, izah eləyə bilirəm, yoxsa yox. Yəni qaranlıq qalan varsa tərcümə, üzr istəyirəm, soruşun. Elə təsdiq elədim. Ondan sonra da belə deyək, əslində mən nisbətən tanıyanlar bilirlər ki, belə işimə həqiqətən aşiq birisiyəm və baxdım ki, daxili xəstəliklər olaraqdan əslində onkologiyaya gəlməyimin bir çox həm şəxsi, həm professional səbəbləri var. Və sonra dedim ki, mən artıq internist olaraq, daxili xəstəliklər uzmanı olaraq 31 yaşımda gələ biləcəyim hər şeyə, çox şeyə gəldim. Və mən dedim, mən qabağımda rahat bir 35 il karyeram var, mən neyniyəcəm? Darıxaram deyə düşündüm və dedim, belə deyək də, ikinci challenge-a getdim. Hadi mən gedim və İsveçrədə başqa bir şey eləyim, görüm o nədir? Yəni, həqiqətən əslində kiməsə deyəndə, hətta buradakı iş yoldaşlarıma da deyəndə, mənə deyir ki, sən niyə belə elədin? Fransız iş yoldaşlarıma deyir, niyə ağrımayan başı ağrıdırsan da? Çünki ikinci dəfə gəlib ikinci ixtisas eləmək, öz başqa opportuniteləri də, fürsətləri, daha rahat həyat fürsətlərini göz ardı eləmək, niyə bunu elədin deyilirlər də mənə. Amma dediyim kimi, çünki inkişafı sevən birisiyəm. Çünki öyrənməyi sevən birisiyəm. Yoruluram, məsələn, bəzən çox yoruluram. Hətta anamla danışanda anam mənə deyir ki, deyirəm, necəsən? Deyirəm, amma yəni bir həkimin günü nə tər ola bilər? Yəni, bütün insanların ən ağır acısını sən dinləyirsən və məcbursan, nə baxımından, insan olaraq məcbursan təbəssümünü qorumağa. Çünki dediyim kimi, xəstələr sizin, inanın, yəni bir mimikinizdən belə çox təsirlənə bilirlər. Yəni, mən öz adıma deyirəm, mənim haqqım yoxdur ki, mən üzümü, belə deyək də, turşudum necəsə. Haqqım yoxdur. Çünki bu sahəni seçmisənsə, mən elə gəlir ki, buna haqqım yoxdur, öz adıma danışıram. Ona görə amma gələndən sonra artıq sən də insansan da, yəni onun ağırlığını hiss eləyirsən. Anam danışırdı, anam mənə deyir ki, qızım oxuyan deyilsən ki, sən yəni gedərdin müğənni olardın, səni toya çağırardılar, yəni insanların şad gününə gedərdin. Sən həkimsən, bunu qəbul eləməlisən. Hə, sonra deyirəm ki, yəni hə, mən həkiməm və bunu fransızdan bir söz var, assüme eləməlisən. Bunun bədəlini ödəməlisən ki, ödədiyimdən də heç
peşman deyiləm, rahatsız deyiləm. Nəysə, bu mötərizə içərisində deyək. Sizin sualınıza gəlim. Yadımdan çıxdı. Demək, mən ondan sonra, yəni xarici Avropa vətəndaşı olaraq tanıtdım və ikinci ixtisasa keçdim və indi bunu eləyirəm. Allah qoysa da ümid eləyirəm ki, ilin sonunda ESMO-nun imtahanını verəcəm. Çünki 4 il onkoloji eləməli idim. Artıq 4-cü ilimdəyəm. Ondan sonra ESMO-nun imtahanını verəcəm və artıq İsveçrədə 2 dənə diplomum olacaq. 2 ixtisaslı diplomum olacaq. Həm daxili xəstəliklər, həm onkoloji. Və Fransada da daxili xəstəliklər uzmanı, həm də təcili yardım uzmanı kimi olacam da. Yəni bu olacaq mənim kürsüsümü, adlarımı deyim. Ondan sonra da Allah qoysa fikirləşirəm ki, yəqin ki, çünki onkoloji artiklım olmayıbdı, artıq onkoloji artikellər çıxarmam lazımdır deyə düşünürəm. Yəni budur. Amma yəni Azərbaycandan gələcək olan tələbə üçün İsveçrə niyə yaxşıdır? Çünki sizə sərhəd qoymur. Sadəcə sərhəddiniz nə olacaq? 50.000 dənə CV yazmaq və gözləmək ki, kimsə sizə bu CV-nizə cavab versin. Əslində söhbət ondan gedir ki, burada mən baxıram, Yunanlara baxıram, Yunan çoxdur. Necədirlər? Artıq o diasporanı, həkimlər diasporasını qururlar. Necə? Məsələn, yəqin ki, Almaniyada da bu artıq bizdə var. Çünki gəlirsən, məsələn, gələndən sonra deyirsən ki, ay filan kəs, mənim şefimdə tutaq ki də, filan kəs bizim Azərbaycandan gəlmək istəyir. Filan tələbədir, güvənilir adamdır, yaxşı çalışqandır, yəni gəlib eləyəcəkdir filan, yəni işləyəcəkdir, versin də rekomendasiya verirsən və o rekomendasiya ilə götürür. Amma sadəcə olaraq o rekomendasiyanı vermək üçün artıq o yerə gəlmən gərəkir də. Gərək biri gəlsin, açsın ki, sonra o rekomendasiyalarla başqa tələbələrimiz gəlsin. Fikrimi izah eləyə bilirəm, amma hər hansı bir sərhəd yoxdur. Fransa kimi deyil. Məsələn, Fransadan olanda mənə deyirdilər, necə gəlmək? Deyirdim, valla, sizi həvəsdən salmaq üçün demirəm. Gəlirsinizsə gərək 1-ci ildən başlayasınız. Gəlirsinizsə gəlin, 1-ci ildən gəlin. 18-20 yaşınızda gəlin. Amma İsveçrədə elə deyil. İsveçrədə 25-də də gələ bilərsiniz, 30-da da gələ bilərsiniz. Amma bir şey bilməlisiniz ki, gəlirsinizsə, yəni güclü gəlməlisiniz. Həm psixolojik baxımından, həm beyin baxımından, həm istək baxımından, əzm baxımından. Əzmli gəlməlisiniz. Çox sağ olun, doktor. Dostlar, kimin sualı varsa səsi açıb verə bilər. Chatda yazanları mən bir verəcəm. Ona əvvəl, doktor, mən bir sual vermək istəyirəm. Bu diplom tanınması dediniz. Siz diplom tanınması yəqin ki, imtahan verdiniz, tanıdınız, yoxsa necə tanıdınız? Amma məsəl üçün Avropadan gəldiyin üçün diplom vermirsən. İmtahan vermirsən. Amma Azərbaycan, onu deyirəm də, Avropa vətəndaşı deyilsənsə, mən Avropa vətəndaşından danışmıram. Onu qoyduq qırağa. Avropa vətəndaşı olmayan birisi gələndə diplomunu tanıtmağı üçün diplomu var əlində. CV-lər yazır. Lazımdır ki, bir nəfər bunu qəbul eləsin işə. İşə qəbul eləyəndən sonra Azərbaycan diplomunu göstərir də, indi tərcümə elətdirir filan, göstərir ki, mən oxumuşam da, Tibb Universitetdə oxumuşam. Birisi buna güvənib işə almalıdır. Fikrimi izah eləyə bilirəm. Birisi buna cavabdeh olmalıdır. Bir şef də, bir xəstəxananın böyüyü, servisi deməlidir ki, mən bu tələbəni, mən bu rezidenti götürürəm işə. Yəni, açar nöqtə budur. Bunun üçün də nə etmək lazımdır? Dosyeniz güclü olmalıdır. Yəni, sizin diplomunuz təkcə olmamalıdır. Yəni, diplomunuzla da olar, amma diplomunuz olanda necə deyim? Bir var ki, birisinə CV göndərirsiniz, deyirsiniz ki, mənim 6 illik diplomum var, başqa heç bir şeyim yoxdur. Onda gərək sizə kimsə rekomendasiya versin. Həmin adamı tanıyan adam rekomendasiya versin. Onun üçün deyirəm ki, həkimlik diasporası İsveçrədə yoxdur. Onu qurmalıyıq. Məsələn, indi inşallah bir neçə ildən sonra artıq mən də o şeyə gələndən sonra ona görə universitet xəstəxanasından getmək istəmirəm. İnşallah getmərəm ki, səhər gələcək tələbələrimiz üçün də rekomendasiya verə biləsən ki, məsələn, mən Azərbaycandan filan tələbəni tanıyıram, yaxşıdır, qoy gəlsin. Baxmayaraq ki, bir dənə diplomu var, bilirəm ki, eləyəcək. Fikrimi izah eləyə bildim, budur. Ya da nədir? Diplomundan başqa, məsələn, posterlərin varsa, posterləri deyirsən, hər hansı bir nə yerdəsə müəyyən çıxışın varsa, onu verirsən, nəsə aktiviten varsa da,
onu verirsən ki, dosyeni gücləndirirsən, elə gəlirsən. Biri səni qəbul elədisə, artıq yəni okey, ayağını qoyursan, belə deyək də İsveçrəyə. Ayağını İsveçrəyə qoyandan sonra artıq bütün hər şey fərqi yoxdur. Avropa diplomu ilə gəl, lap İsveçrənin öz diplomu ilə gəl, ya da qeyri-Avropa diplomu ilə gəl. Artıq özünə qalır məsələ. Niyə özünə qalır? Özünü nə dərəcədə motive göstərməklə, nə dərəcədə çalışqan olmaqla, nə dərəcədə xəstələrlə münasibətinə, şeflərinlə münasibətinə və nə dərəcədə bu işə can yandırmağına və belə deyək də intellektual olaraq nə dərəcədə açıq ola biləcəyinə artıq bu rolu oynayır. Azərbaycandan gələcək olan bir tələbənin eləyəcəyi bir şey var. Bir, burada bir nəfər onu gəlsin, tanısın. Çünki Almaniya kimi deyil. Almaniyada gərək diplomu tanıyıb sonra gələyəsən. Yəni gəlsin onu, birisi onu işə götürsün. İşə götürəndən sonra artıq başladı işləməyə. İşləyə-işləyə o imtahana hazırlaşırsan. Diplomu təsdiq imtahanına. Ondan sonra diplomu təsdiq imtahanını verirsən, o haqda sizə bir şey deyə bilməyəcəm, çünki məlumatım yoxdur. Mən o yolu keçməmişəm. Amma bilirəm ki, imtahan verirlər. Türkiyədən gələn uşaqlar daxili xəstəliklər imtahanını verirlər. Onu verirsən, onu verəndən sonra da artıq ixtisasa gedəcəyin, ixtisas imtahanını verirsən. Bu da ixtisasdan ixtisasa dəyişir. Mən sizə onkolojini deyə bilərəm. Amma başqa ixtisas bilmirəm, kardioloq olmaq üçün nə imtahanı vermək lazımdır. Onu girməlisiniz. FMH-ın səhifəsində yazılır. 3 dildədir. Fransız, alman, italyan dillərində. Bunu ala bilərsiniz. Amma gəlib işləmək üçün İlla ki də diplomunuzun tanınması məhdudiyyəti yoxdur. Fikrimi izah eləyə bilirəm. Almaniya kimi deyil. Almaniyada belə deyil o zaman. Almaniyada yəni FSP-ni keçməli müəyyən məlumatınız olar. Diplom tanımı. O imtahan keçdikdən sonra işləyə bildik. Səhv eləmirəmsə belə idi. Almaniyada elə olmadı, amma İsveçrədə elə deyil. Çünki gəlirsən, amma yenə deyirəm, Almaniya kimi, Almaniyada bilmirəm necədir, işləməmişəm Almaniyada. Amma məsələn Fransa ilə müqayisədə Fransada dəhşət, yəni belə deyək də, baxma da Fransada da 3 il rezidenturam olub, ondan sonra 3 ildə ayrı işləmişəm. Amma İsveçrədəki kimi deyil. İsveçrə həqiqətən belə deyək də, İsveçrəlilərin biraz tipləri də fərqlidir. Yəni nəyisə xoş gəlmədi, direkt sənə deyirlər. Yəni baxmırlar ki, abala biraz insansan da bunu biraz şey elə də, yəni uyğun şəkildə denən yox. Yəni nəsə xoşuna gəlmir, baxmaz kimi ilənsən, yəni nədir, nə deyil, direkt. Ya da nəsə xoşuna gəlmir, sabah sənə çağırar, deyir ki, uşaq işdə deyilsən, yəni getdin sən. Yəni bu cürdülər, çox sərtdilər. İsveçrəlilər Fransa kimi deyil. Mən deyirəm, Fransa ilə müqayisə edə bilərəm, çünki onları görmüşəm. Bu baxımından belədir. Doktor, bəs bilmirsiniz diplomsuz nə qədər işləmək olur? Diplomsuz dedin, hələ yəni diplomu tanıtma. Onun mənə elə gəlir, yəni dəqiq bilmirəm, amma mənə elə gəlir onun şeyi yoxdur. Yəni məhdudiyyəti yoxdur. Çünki məsələn bir tanışım var, Misirdən gəlib. Qarşının hardasa, oğlanın hardasa 42 falan yaşı var da, yəni nisbətən artıq müəyyən yaşında, amma işləyir və burada yaş şeyi də yoxdur, o qədər yaş məhdudiyyəti də yoxdur. Məsələn, Fransada olanda əgər 30 yaşında rezidentsənsə, sənə biraz qəribə baxırdılar. Burada məsələn 40 yaşında rezidentsənsə, hə rezidentsən də, yəni bu sənin həyatında özün bilərsən. Yəni necə bu baxımından. Ona görə əslində maraqlıdır. Məsələn, çətindir İsveçrədə rezidentura eləmək, amma maraqlıdır. İndi bəlkə də ixtisasdan ixtisasa dəyişir. Məsələn, mən İsveçrədə başqa ixtisasda olmamışam da, ancaq bunu görmüşəm. Amma Fransada bir çox yerlərdən keçmişdim. Təcildən keçmişdim, ginekolojiyadan keçmişdim, pediatriyadan keçmişdim, cərrahiyyədən keçmişdim. Yəni nə qədər yerlərdən keçmişdim də şey olaraq. Amma İsveçrədə artıq onları keçmişəm deyə Fransada mən İsveçrədə ancaq onkolojini keçirəm. Ona görə. Çatdakı suallardan mən oxuyum doktor. Buyurun. Üzrlü sayəsin. Dostlar, bizim üçün daha belə xoş olar ki, siz əlinizi qaldırıb belə səsli şəkildə verəsiniz. Həm də özünüzü tanıyarıq. Bəli, elə Məhəmməd bəyin də belə necə deyim, hər dəfə səsləndirməsi belə monoton şəkildə də keçməz. Biz əl qaldıranlardan daha əvvəl Nərmin xanım qaldırmışdı, elə ona ekranı vermək istəyirdim. Buyurun Nərmin xanım. Salam Sənvar xanım. Tamam. Çox sağ olun məlumatlara görə. Mən sizin dediyiniz Avropada olmayan insanlar üçün yolu tutmuşam. Yəni non-EU'lar üçün MEBOK-ya sənəd göndərmə və CV göndərmə, mail yazmaq. Mənim əsas üzləşdiyim problem hal-hazırda, yəni yazdığım hər yerdən gələn adətən cavab odur ki, sizin oturum izniniz var
və mənim də yoxdur bu. Yəni əslində hal-hazırda İsveçrədəyəm, amma ki, yəni limitli bir müddət burdayam. Hı -hı. Və bilmirəm, yəni ətrafınızda bununla bağlı nəsə bir məlumatınız? Çünki mən də görmüşəm ki, bəzi türklər görmüşəm orada, ya nə bilim, non-EÜ-dən bəzi adamlar görmüşəm ki, rezidentura eləyir. Sadəcə bu Aufenthalt problemini necə həll eləyirlər? Oturum izni, yəni onlar Oturum sanki izni əslində oturum izni, yəni oturum izni iş yeri verməlidir sizə. Yəni oturum izni əgər belə deyək də iş yeri səni işə alıram və sənə bu işə görə oturum izni verirəm. Budur məsələ. hə, onlar sanki onu üstlərinə almaq istəmirlər. Mən Hı. belə başa düşürəm və bəziləri də deyir ki, biz Avropadan əgər uyğun kandidat tapmasaq həmin yer üçün, onda sizə Elə. müraciət eləyərik Bu və elədir. bu da çox sonraya qalır da artıq Avropadan həmin yerə kimsə müraciət Bəs- eləməsin ki. Bəs nə üçün Sonra deyirəm ki 100 yerə yazacaqsınız? 100 yerə. Hətta bəlkə zarafatsız 100 yer deyirəm ha. 150 yerə. Mən sizə yəni o baxımından odur. Axır biri qəbul eləyəcəkdir. Yəni fikrimi izah eləyə bilirəm. Hı. Çünki əlbəttə birinci olaraq yəni prioriter verilir öz ölkələrinə, İsveçrəlilərə. Birinci odur. İkinci verilir Avropa ölkələrinə, çünki İsveçrə Avropa sayılmır. İkinci verilir Avropa ölkələrinə, üçüncü verilir qeyri-Avropa ölkələrinə. Əlbəttə. Yəni budur. Amma sizin məsəl üçün tanıdığınız Avropadan olmayan şəxslərdə belə oturum izni problemi olmayıb da bildiyiniz qədərilə. Yəni mən onu soruşmamışam sözün düzü. Aha. Amma məsələn mən onu bilirəm ki, Fransada da belədir. Ümumiyyətlə mənə gəlir ki, dünyanın hər yerində belədir. Əgər bir yerə sən işləmək üçün gedirsənsə, yəni iş yeri sənə oturum izni verməlidir. Səni kandidat kimi götürürsə, iş yeri o izni verməlidir. Məsələn, mən İsveçrəyə gələndə, mən fransız kimiyəm də, yəni fransız vətəndaşlığı ilə gəlmişəm də. Yəni mənə Fransa oturum İsveçrə oturum izni verdi mənə. İsveçrə iş yeri mənim üçün oturum iznini aldı. İş yeri eləyir onu. İş yeri göndərir o lazımi yerlərə, administrativ dövlət idarələrinə ki, mən filan kəsi işə götürürəm, buna oturum izni ver. O da sonra sənin məsələn baxır yaşadığın ölkədə, indiyə kimi yaşadığın ölkədə Azərbaycandan sənin sicilini istəyir. Ondan sonra müəyyən sənədləri istəyir, ondan sonra sənə oturum izni verir. Amma bunu sənə iş yeri verməlidir. Bir də axırıncı başqa bir sual. Mail yazanda ecara yazmağı yoxsa şeflərə yazmağı məsləhət görürsünüz? Başa düşmədim. Yəni insan resurslarına yazmağı yoxsa şeflərə yazmağı məsləhət görürsünüz? İkisini də. Şeflər normalda oxumurlar. Şeflərin sekretarları idarə eləyir də onları. Sonra da verirlər şeflik kimliklərə. Siz İsveçrədə hardasınız hazırda? Zürixdə. Zürixdə. Hə, yəni imkan olsa görüşərik. Çünki mən yəni mən hazırda Lozandayam. Amma Berində sabah konsert olacaq. Bu arada Azərbaycandan gələnlərin muğam konserti olacaq. Bilmirəm iştirak eləyəcəksiniz yoxsa yox. Yox. Amma yəni şeydir, yəni yaxşı olar, yəni burdakı azərbaycanlılarımızdan görüşmək. Çox yaxşı olar. Əslində siz yəqin ki, axırda kontaktı da paylaşarsınız sonra sizdən. Əlbəttə. Ya LinkedIn-dən, ya WhatsApp nömrəsi, ya da maili. Əlbəttə. Mailə çox baxmıram. WhatsApp-ı şey eləyərəm, ya da Facebook-la əlaqə saxlaya bilərəm. Çox sağ olun. Elə, buyurun. Yəni belə, onu sizin iş yeri eləməlidir. Yəni məsələn, mən sizə nə məsləhət görərdim? Çünki A kateqoriyaları xəstəxanalarda dediyiniz kimi ən çox İsveçrəlilərin özlərinə belə deyək də prioriter verirlər. Çünki öz həkimləri də var axı. Amma sonra da Avropadan da çox kimlərdir, fransızlar da gəlirlər. Fransızlar ümumiyyətlə biraz belə deyək də kefəhlidirlər, yəni çox işləməyi falan sevən deyirlər də. Düzdür, həkimləri o qədər elə deyil, amma yəni ümumi olaraq biraz belə deyək də o qədər çətinliyə gələn deyirlər. Ona görə nisbətən fransızlar da olur, amma çox vaxt olmur da fransızlar. Belçikadan gələnlər olur, İtaliyadan olur, yəni Avropanı götürürlər. Onun üçün siz əgər başlayırsınızsa kateqori B, hətta kateqori C-yə verin. Çünki kateqori B, kateqori C-yə verəndə
Sonra kateqori A-ya verəcəksiniz. Amma başlamaq üçün həm daha çox ehtiyacı olan yerlərə verməlisiniz ki, sizi elə bil ki, sizin dosyeniz başqa A-dan, başqa Avropadan ya da İsveçrədən gələn həkimdən konkurensiyaya girməsin. Elə bil aşağıdan nisbətən başlamaq lazımdır ki, ondan sonra artıq siz bir il B-də ya da bir il C-də elədikdən sonra A-ya verərsiniz. A-ya yenə gələrsiniz. Artıq A-ya verəndə deyəcəksiniz ki, hə, bax mən bir il filan xəstəxanada işləmişəm. Artıq işlədiyiniz xəstəxananın da İsveçrədən rekomendasiyasını alırsınız. Məsələn, mən də gəldim B-də işlədim. Sonra mənim işlədiyim B xəstəxana 6 aydan sonra A kateqoriyası aldım. Nöşateldə işlədim də. A kateqoriyası aldı. Sonra mən Lozan belə deyək də, yəni məsələn necə elektronika sahəsini bilənlər bilir ki, Einstein'in çıxdığı Zürihdir, universitetidir. Yəni elektronika sahəsində, seans sahəsində Zürih universitetidir. Lozan universiteti də Avropada tibb universitetlərindən birinci gəlir də, ünil gedir də. Yəni mənə demək istədiyim odur ki, mən məsələn əslində ilk öncə Lozana da vermişdim, amma oradan almamışdım qəbul. Məni Nöşatel aldı qəbul, B statusunda ola. Sonra o A-ya keçdi. Sonra artıq mən Lozana gələndə B statusu, yəni də Nöşateldəki xəstəxananın rekomendasiyasını aldım ki, filan kəs mənə rekomendasiya verir. Artıq onun rekomendasiyası ilə artıq məni A-ya rahatçılıqla götürdülər. Fikrimi izah edə bilərəm. Belə-belə də sonra qapılar açılır. Təkcə birinci gəlməkdir. İsveçrədə birinci ayağını belə deyək, bir staja, bir yerə başlamaqlandır. Ondan sonra artıq öz əzminizə qalır o digər qapıları açmaq. Heç bir qapını açmaq asan deyil. İnanın, yəqin Azərbaycanda da elədir. Hər yerdə belədir, ümumiyyətlə həyatda belədir. Heç bir qapını açmaq asan deyil. Gərək o iradəniz olsun, o əzminiz olsun və o yenilməzliyiniz olsun ki, bir-bir o qapıları açasınız, səbriniz olsun. Çünki heç nə asan deyil əslində. Doktor, təşəkkürlər cavabınız üçün həqiqətən. Buyurun. Mənim bir sualım var idi. Deməli, mən vaxtıkən Strasburqda olanda bir dostum mənə demişdi ki, burada tibbə qəbul olmaq üçün gərək məsələn də fransız dilindən falan biraz sanki bizim abituriyent vaxtı hazırlaşdığımız imtahana oxşatdım sanki, amma dəqiq yadımda deyil. Deməli, orada deyirdi ki, bəs bu kimi şeylərdən hazırlaşıb sonra vermək lazımdır və indi bir şey də var ki, Fransanın özündə də demişdi ki, bəs həkim sayı da çox azdır, yəni. Və əgər elədirsə, yəni nəyə görə bəs yəni xaricdən elə tələbələr də elə az Çox qəbul əlası. Çox əlası. Hə, bunu Fransanın sisteminə sormaq lazımdır ki, fransızlar özləri də çox bundan şikayətlənirlər. Çünki necədir Fransa? Fransa sistemində Strasburqda olduğunuzu bilmirdim. Çünki Strasburqda da çoxlu Fransada çox tanışlarım var. Çünki uzun müddət Fransada yaşamışam da. İsveçrədə hələ ki o qədər tanışlarım yoxdur. İndi inşallah tanışarıq. Tanışlarım dedi ki, Azərbaycanlı tanışlarım da öz həm yerlərim yoxdur. Fransaya gəlib oxumaq üçün məsələn bir-iki tələbəmiz var. Keçən il tanışdım onlarla və çox sevindim. 2 tələbəmiz var, Fransada oxuyurlar. Azərbaycanlı burada gəlib başlayıblar. Həqiqətən çox qürur vericidir. Gəlirsinizsə Fransaya gəlin, amma 20 yaşında. Ondan gec gəlməyin. Lap 20 yaşına qədər Azərbaycanda oxumusunuzsa da eyb yox. 20 yaşından başlaya bilərsiniz. Gələcəksiniz burada, dili öyrəndikdən sonra dili B2 səviyyəsi yetərlidir. Yəni fakültəyə üçün girməyə. C1 olsa lap yaxşı, amma B2 səviyyəsi yetərlidir. Girirsiniz fakültəyə girdikdən sonra birinci il imtahansızdır. Yəni birinci il dosya üzərindən qəbul edirlər sizi. Sadəcə olaraq dosyeni məsəl üçün əgər sentyabrda dərsinə başlamaq istəyirsinizsə, gərək verəsiniz hardasa dekabr, yanvar. Hər universitetin şeyi dəyişir. Məsələn, Strasburg saytlarına girəndə görəcəksiniz də, dekabrda olan var, yanvarda olan var, kataflar məsələn, fevralda olan var. Bunlara baxmaq lazım, amma dekabrdan artıq başlamalısınız. Universitetlərə verirsiniz. Ondan sonra birinci ilin sonunda, bir ortasında, bir də sonunda. Biz o vaxt sonundaydı, amma indi dəyişiblər də, elə bir ortasında deyirlər, sonunda deyirlər. Birinci semestrin sonu və ikinci semestrin sonu.
Konkurs deyirlər, PSMN deyirlər. Bunların ən qorxunc konkursudur. Elə bil ki, hardasa 1000 nəfərdən, 1500 nəfərdən 200 nəfər qalır da, ilin ikinci ilə keçir. Qalan hamısı elənir. Və ancaq o konkursa 2 dəfə girə bilərsiniz. Birinci il, yəni Azərbaycandakı kimi deyil ya da digər ölkələrdəki kimi deyil ki, məsələn, tutaq ki, 5 il medinstituta verirsən, girmədinsə 6-cı ildə verərsən, təki istədiyin fakültəyə gəlsən. Elə deyil. Əgər 2 il kəsildinsə, artıq 3-cü il verməyə ixtiyarın yoxdur. Artıq sən belə deyək də definitiv olaraq tibbi oxuya bilmirsən. Və bu əslində çox yanlış bir şeydir düşünürəm. Çünki tibb üçün sadəcə test çözmək lazım deyil. Yəni bu deyil. Tibbin, həkimliyin fəlsəfəsi bu deyil. Yəni belə demək mümkündürsə. Amma sistem budur. Yəni girdin, birinci il keçə bilmədin, okey, ikinci ildə verə bilirsən, ikinci ildə keçə bilmədinsə, artıq sən tibbə vida eləyirsən ya da çox fərqli yollarla keçilir. Belə. Birinci ildən keçdin, artıq birinci belə deyək də böyük problemin odur. Birinci ildən keçdinsə 2, 3, yəni oxuyacaqsan, amma o cür çətin deyil də. Yəni sadəcə oxuyacaqsan bütün yerlərdə, bütün tibb təhsillərində olduğu kimi. 6-cı ili qurtardıqdan sonra ÖSYM exameni var. Bu elə bil ki, Türkiyənin TUS-una nisbətən oxşuyur. Elə bil ki, bu bütün Fransa üzrə gedir və hardasa bir olur biz o vaxt, yəni 8, 9, 10 min ildən ilə dəyişir də 8-10 min arası tibb tələbələri verir o imtahana. Sonra o imtahanın nəticələrinə görə ixtisas və şəhəri seçirsən. Elə ixtisaslar var, çox belə deyək, prestijlidir. Məsələn, radiologiya elədi, oftalmologiya elədi, dermatologiya elədi. Niyə? Çünki rahatsa ixtisaslardır. Nisbətən olaraq. Çünki bunlar birinci gedir. Çünki artıq normaldır 6 il o qədər işləyirsən, oxuyursan ki, bir yerdən sonra deyirsən ki, nisbətən rahat həyat yaşamaq istəyirəm. Fransızlar da rahat həyatı sevəndilər. Ona görə məsələn dermatologiya daha rahatdır, nisbətən, yəni nisbətən rahat ixtisaslardır, onlar birinci gedirlər. Sonra məsələn digər sahələr gəlir. Bu cür şəhərlər də ona görə dəyişir. Ondan sonra da rezidentura eləyirsən. Rezidenturanın sonunda da bir tez eləməlisən, doktorantura tezi eləməlisən, tezi eləyirsən. Ondan sonra da diplomun, yəni budur. Sistem budur Fransada. Fransada çox qəşəngdir təhsil, yəni çox mən rekomendasiya verirəm. Sadəcə rezidentlərə deyil. Çünki rezidentlər gəlirlər 25 yaşına, 26 yaşına normalda olursan rezident, gəlib təzədən başlamaq və bilmirsən də o birinci ili keçəcəksən, keçməyəcəksən. Bu çox böyük stressli, çox böyük belə deyək də çətinlikdir. Və bunu məsləhət görmürəm. Əgər rezidentsinizsə, İsveçrəyə gəlin. Yox, əgər illa ki də Fransaya gəlmək istəyirsinizsə, zaten İsveçrənin bir dənə şərti var ki, mən bunu bilmirdim, çox qəribədir. Əgər sənin valideynlərin İsveçrədə yaşamırlarsa, sən gəlib, mən İsveçrədə tibb təhsili ala bilməzsən. Çox qəribədir. Heç əlaqəsi yoxdur. Yəni, nə əlaqəsi var? Mən xarici tələbəyəm, gəlib istəyirəm İsveçrədə tibb təhsili alım, yox. İcazə vermirlər. Amma bunu nə etmək ola bilərsiniz? Əgər 20 yaşınız varsa, gəlib Avropada ya da 19 yaşınız varsa, Avropada təhsil almaq istəyirsinizsə, Fransaya gəlin, özünüzə güvənirsinizsə, birinci kursu keçin, dili öyrənin. Birinci kursu keçin, 6 il orada oxuyun, qutarın, sonra gəlin İsveçrəyə rezidentura eləyin. Ən yaxşı yol budur. Yox, artıq rezidenturanı qutarmısınızsa və gəlmək istəyirsinizsə, xaricdə rezidentura eləmək istəyirsinizsə, İsveçrəyə gəlin. Mənim deyəcəyim yol bu olardı, gördüyüm qədəri ilə. Niyə Fransa belə eləyir? Fransada çatışmır. Ümumiyyətlə, əslində Avropanın, ümumiyyətlə belə deyək də, həkim heç yerdə çatışmır. Yəni, öz aramızda danışırıq, yəni digər sahələr kimi deyil. Yəni, həkim onsuz da hər yerdə qiymətlidir və heç yerdə çatışmır. Fransa götürür Rumıniyadan. Nə qədər Rumun həkimlər var? Rumıniyadan çox götürür həkimləri və əslində öz dəyişməlidir öz sistemini, Fransa sistemi. Nə üçün? Çünki dediyiniz kimi həkim çatmır, zəhmət çəkib o birinci ilin məhdudiyyətini qaldırmalıdır. Çünki birinci ilin məhdudiyyəti çox uşaqları, mənim nə qədər tanıdığım var ki, çox qəşəng həkimlər ola bilərdilər, amma 2 il o birinci ili keçə bilməyiblər, XY səbəbdən.
və bu dəqiqə həkim kimi işləyə bilmirlər. Halbuki çox yaxşı həkim olardılar onlardan. Ya da əksinə gəlirlər, çox belə deyək də, qəşəng qabiliyyətləri var, testləri yaxşı çözürlər, eləyirlər. Gəlirlər, birinci ili keçirlər, ondan sonra gəlirlər tibbin 3-cü ilində, 4-cü ilində, bəzən heç olur ki, rezidenturanın birinci ilində burnout eləyirlər. 6 il getdi. Yəni bu çox çətindir. Yəni 6 il tibb təhsilinin, o qədər ağır təhsilinin getməyi ya da nə qədər üçün görürlər ki, tibb üçün yaradılmış insanlar deyirlər. Həkimlik üçün yaradılmış insanlar deyirlər. Çünki dediyim kimi həkimlik təkcə kitablar deyil. Lütfən, yəni bunu ilk başdan əgər həkim olmaq istəyiriksə, yaxşı həkim olmaq istəyirsə, xüsusən indiki dövrdə, çünki indiki dövrdə ki texnologiyanın bizə xəstələr gəlirlər, mənə belə eləyirlər. Mənə bu dərmanı yazmayacaqsınız. Hər cür tip adam olur da. Deyirəm ki, hardan çıxardırsınız da bu dərmanı? Bəs deyir, ChatGPT mənə bunu dedi. Okey deyirəm, yaxşı. Yəni belə gələcəklər sizə xəstələr və bu 5 ildə çox daha artıq olacaq. Siz xəstə həkim alyansını güvən birinci həkimlikdə mənə desəydiniz ki, birinci söz nədir? Güvən. Həqiqətən. O güvənməyi yarada bilmirsinizsə, həkim olmağa gərək yoxdur. Başqa sahə seçin, lütfən. Yoxsa ilk 5 ildə burnout eləyəcəksiniz. Çünki çətindir. Çox sağ olun doktor. Minnətdaram sizə həqiqətən. Buyurun. Buyurun, nəsə deyəcəydiniz. Buyurun, eşidirəm. Başqa sual varsa buyurun. Türkan xanım əlini qaldırıb, o buyursun. Salam, axşamınız xeyir. Mənim sualım təhsillə bağlı deyil. Onkologiyada bilirik ki, ən yeni müalicə metodları var da, məsəl üçün nanotexnologiyalar, düz nanorobotlar hələ tətbiq olunmayıb insan üzərində, belə bilirəm. O dünyada hansı səviyyədə inkişaf edib və İsveçdə də xüsusən hansı səviyyədə irəliləyib? Yəni o müalicə metodlarından istifadə edilirmi? Bunu soruşacaqdım. Yəni bu dəqiqə hazırda onkologiyanın ən aparıcı metodları, yəni bütün onkoloqlar bunu yəni bilirlər. Targeted terapiyalar gedir, yəni. Aha, bəli. Birinci Hədəfli. bunlar gedir. Hə, yəni bütün sahələrdə, məsələn bu olsun, bütün onkoloji sahələrdə, melanomda, sinədə, ağciyərdə, ginekolojiyada, bütün yəni bu dəqiqə budur. İmmunoterapiyalar gedir. Yəni bu nədir? Sırf mən medikal onkolojidən danışıram da. Yəni cərrahi onkolojidən, əlbəttə cərrahi onkoloji başqa sahələrdir. Onların da o robot sistem, yəni dediyiniz kimi cərrahi metodlardır. Mikrocərrahiyyədə. O artıq yəni onkoloji medikalın sahəsi deyil. Mən onları necə görürəm? Məsələn, xəstə gəlir, görürəm ki, məsələn, uroloji xərçəngdə robot assistantlığı ilə əməliyyat olunub da, amma mən o əməliyyatda iştirak eləmirəm. Mənim xəstəm olub, mənə gəlir artıq, mən onu onkoloji tədavi eləyirəm. Amma var, yəni o mikro cərrahiyyə olsun, robot cərrahiyyəti olsun, bunlar var. Sadəcə olaraq mən bunları sizə dosya üzərindən deyə bilirəm. Çünki mən orada iştirak eləmirəm. İxtisasım gərəyi ilə orada iştirak eləmirəm. Mənim sizə nə deyə bilərəm bu dəqiqə onkolojiyada gedən? Terapi siblələrdir, karti selüldür, terapiyasıdır ki, insan demək bu dəqiqə onlar gedir. Daha çox hematoloji xəstələrdə bu dəqiqə gedir. Məsələn, mən Lozana gələndə təzə başlayırdı. İndi artıq yavaş-yavaş digər solid deyirlər də, bərk tümörlər, yəni hematoloji olmayanda orqan tümörlərinə olanlardır. Yaxşı olar əgər sizi narahat eləmirsə, danışanda kameranızı da açın, görüm sizi. Əgər narahatçılığı yoxsa. Amma yox, əgər nəsə başa düşürəm, bəzən olur, elə ortam olur ki, görmək, açmaq. Şu an o ortamda. Tamam, problem yoxdur. Yəni, məsələn, bu dəqiqə kartə selüllər gedir. Kartə selüllər nədir? Demək, onkoloji ümumiyyətlə, onkoloji tədavilərini götürəndə, yəni hamımızın bildiyi kimyoterapiyalardır. Bu heç, yəni onkolojinin təməlidir, getdi. Ki, hardasa bu dəqiqəki terapiyalarda istifadə olunan İsveçrədə baxsaz, bu bizim hardasa 40% terapiyamızı götürür. 40% azdır, ha? Yəni, çox deyil terapiya üçün. Ondan sonra gələnlər gəlir immunoterapiyalardır ki, bu məsələn immunoterapiyalar
Yəni bu dəqiqə də çox istifadə olunur və çox gözəl nəticələr verir. Düzdür, yan effektləri də var. Və bəzən yan effektləri ümumi olaraq çox yaxşı tolerə olunur immunoterapiyalar, xüsusən yaşlı xəstələrdə. Amma bəzən elə yan effektləri olur ki, kimyoterapiyanın yan effektləri onun yanında yalandır. Məsələn, mənə çox maraqlı olardı ki, əslində Azərbaycanda immunoterapiyanın yan effektlərinin idarəsi necə gedir? Yəni necə onu şey eləyirlər də, tədavi olunur, necə baxırlar? Məsələn, bu mənə çox maraqlı olardı. Əslində diskussiya vaxtı belə. Çünki bizi bayağı burada o şey eləyir, narahat eləyir immunoterapiyanın biolojik yan effektləri ki olsun, otoimmun tərəfləri olsun ya da otoimmun xəstəlikləri olan, baz olaraq otoimmun xəstəlikləri olan Kron xəstəlikləridir ya da nə bilim mikilərdir ya da başqa cür sep xəstəlikləridir. Bunlar olan xəstələrə biz immunoterapiyalı verəndə biraz narahatçılıq olur ya da ikincili olaraq lüpus xəstəliklərində məsələn bunları verəndə biz artıq narahat oluruq da, çünki bilirik ki, tətikləyə bilər xəstəlikləri, amma İmmun sistemini stimulyasiya edir də. Ona görə yəni bunların əslində bu cür xəstələrdə, yəni bazal olaraq otoimmun xəstəlikləri olan xəstələrdə immunoterapiyanın olunması da başqa bir böyük bir domendir, başqa bir elmi domendir ki, çox maraqlıdır, çox qəşəngdir. Ümumiyyətlə immun sahəsi, immun sistemi sahəsi çox qəşəngdir və bunu bilirik ki, vaxt Nobel aldı bu sahəni açan şeydən. Belə. Üçüncü, yəni birinci kimyoterapiya dedik, ikinci immunoterapiyadır. Üçüncü gəlir məsələn terapi siblələr, target terapiya ki, bu da gen terapiyaları gedir ki, çox önəmlidir. Məsələn, ÖJFR olsun, RAS olsun, bu mutasiyaları BRAF olsun, ondan sonra PIK3CA olsun, sinə xərçəngində. Bütün BRCA-nı onsuz da hamı bilir artıq, onkolojide olanlar. Yəni bunların target terapiyalar həm bir tərəfdən yaxşıdır. Niyə? Çünki nisbətən oral terapiyalardır, ağızdan götürülür, yəni şeyə gedilmir, qanla da olunmur. Intravenos olunmur və nisbətən xəstələr üçün CDK4-6 inhibitorlarıdır. Bunlar yəni nisbətən rahat olunur xəstələr üçün. Əlbəttə ki, yan effektləri var, izləmək lazımdır, amma nisbətən ən azından venal yolla verilmir də, budur, terapi siblələrdir. İndi sonra gələn karte terapiyalardır. Karte, məsələn, mən eşidəndə birinci dəfə, mən bunu Nöşateldə eşitmişdim, sözünüzü Fransada eşitməmişdim. Mənə çox qəribə gəlmişdi. Bilmirəm, Azərbaycanda nə dərəcədə yayılıbdır bu. Yəni, karte target edirlər. Demək, xəstənin qanından limfositləri götürürlər, onları edüke eləyirlər in vitro sistemdə, xəstənin kanserinə uyğun olaraq, xərçənginə uyğun olaraq, xəstəliyinə uyğun olaraq, sonra o target terapiyanı, o edüke olunmuş immun hüceyrələrini xəstəyə təzədən reinfüzyon eləyirlər. İlk dəfə də eşidirəm. In vitrodan in vivoya. Yəni elə bir xəstə gəlir, xəstədən qanundan limfositləri, əvvəlcə xəstəni şey eləyirlər, stimulyasiya eləyirlər, resessivlərlə leykositlərini artırırlar, limfositlərini artırırlar. Ondan sonra qanundan həmin o hüceyrələri alırlar, in vitro olaraq onları xəstənin özünə görə, xəstənin artıq hər xəstənin özü, amma milyonlara gətirən tədavidir bu, yəni milyon dəyərində tədavilərdir bu. Yəni xəstənin, məsələn, tutaq ki, X xəstə gəldi də, X xəstə gəlir, X xəstənin baxırlar ki, bunda məsəl üçün, daha çox hematoloji da gedir indi, amma artıq solid xəstəliklərə də gələcək indi. Məsələn, tutaq ki, limfoması var ya da lösemisi var, onu götürürlər, baxırlar hansı tip lösemidir, sırf bu xəstədə. Yəni, sırf hansı genetik problemləri var, sırf hansı, yəni, həqiqətən individual terapiya üsuludur bu. Yəni, hamısını olunan deyil, individual sırf bu X xəstənin tədavisidir. Sonra alırlar bu onun immun hüceyrələrini, leykositlərini, limfositlərini, xəstəndəki xəstəliyə uyğun onları edüke eləyirlər, elə bir armə eləyirlər də, silahlandırırlar o immun sistemini. Sonra bunu in vitro eləyirlər. Sonra bu artıq edüke olunmuş hüceyrələri, immun hüceyrələrini xəstəyə infüzyon eləyirlər.
Fikrimi izah edə bildim? Bəli, bəli, başa düşdüm. Ya bunu mən eşidəndə wow dedim, insanlar nə edirlər? Budur. Yəni həqiqətən wow. Hə. Hələ bu şey sahəsidir. Yəni artıq tətbiq olunur. Bu dəqiqə bizdə tətbiq olunur. Hematoloji xəstələrə gələcəkdir. Şey xəstələrə də gələcəkdir. Yəni etüdlər gedir artıq. Solid xəstəliklərə də gələcəkdir. Yəni solid xəstəliklər dediyim orqan terapiyalarına, yəni məsələn ağciyər falan da bunları demək istədiyim solid bunları deyirəm. Sonra PET-PSMA-dır. PET-PSMA prostatda istifadə olunur ki, bu hardasa 2-3 il bundan əvvəl istifadə olunur. PET-PSMA nədir? Demək, PSMA reseptoruna birlikdə elə bir terapiya üsuludur. Molekul demək bir dərmandır ki, bir qolunda PET-PSMA reseptoruna xəstəlikdə belə deyək də prostat xərçəngi üçündə bu. Ona gedib yapışacaq. Bir qolunda da şeydir, radionukleiddir, lütesium 177 radionukleididir. Bu şey verir də radioaktiv maddədir. Amma amplitudu çox kiçikdir. Yəni və bu da hüceyrəyə girməmiş buraxılmır. Yəni sistemi budur ki, bunu bədənə verirlər. Bədənə verdikdən sonra bu gedir sırf hansı hüceyrələrdəki PET-PSMA sintez olunur, o hüceyrəyə birləşir. Sonra internalizə olunur hüceyrə daxilinə və ha vaxt ki hüceyrə daxilinə internalizə oldu, girdi artıq hüceyrə daxilinə, o zaman onun xüsusi o radionukleid hissəsi ayrılır həmin molekuldan və başlayır nüvəyə gedib, nüvədə radionukleid şəklində irradiasiya ilə xərçəng hüceyrələrini şeyləməyə, öldürməyə. Və bu da yeni terapiya üsuludur. Çünki radionukleid üsuludur və bu da çox maraqlıdır. Əvvəl radium idi, indi lütesiumdur. Bu lütesiumdan daha çox belə deyək də həm yan effektləri azdır, həm də yəni prostat metastatiklə yaxşı nəticələr verilir. Amma xaricdən idarə olunmur da. Belə başa düşdüm. Reseptorlarla falan tapandan sonra özü artıq şişə təsir edir də. Yəni xaricdən heç bir şüa, nə bilim, infraqırmızı şüa və s. verərək idarə olunmur. Yox, radioterapiyadan danışmıram. Radioterapiya başqadır. Krioterapiya olsun, radioterapiya olsun, o artıq xarici, yəni gedirsən radioterapiya edirsən, o başqa bir şeydir. Ancaq mənim dediyim o, yəni hüceyrə səviyyəsində gedir. Sənə xəstəyə qandan verilir dərman və yəni yaxşı tərəfi odur ki, qandan verilir və siblinə, o target olunmuş, hədəf olunmuş layihəyə gedib çatmadan öncə o radionukleid hissə ayrılmır öz molekulundan. Yəni aktiv olmur. Çünki radionukleid olmursan, yəni radiasiya vermir. Fikrimi izah edə bildim digər sağlam hüceyrələrə. Ha vaxt ki xəstə hüceyrəyə girir, çünki PET-PSMA reseptoru var onun, PSMA reseptoru var. Ha vaxt ki onunla birləşir və onunla birləşdiyi üçün belə deyək də xəstə hüceyrəyə daxil olma icazəsi alır, belə deyək özümüzcə. Ora xəstə hüceyrəyə daxil olduqdan sonra onun radioaktiv hissəsi artıq ayrılır molekuldan və aktivləşir. Yəni hüceyrə səviyyəsində gedir. Bəli, aydındır. Ondan sonra da başqa bir terapiyadır ki, mən yenə deyirəm, medikal onkolojiyadan danışıram, radioterapiyadan danışmıram. Radioterapiya başqa sahədir ümumiyyətlə. Medikal onkolojiyada antikor antibodiyalar gedir də. Məsələn, bunlar hazırda ikili antikorlar gedir də. Transfuzimab, deruxtecan falandır ki, bunlar həm kimyoterapiyanı daşıyır, həm xüsusi terapi sibli immunoterapiyanı daşıyır ki, bunun daha çox bir çox xəstəliklərdə istifadə olunur. Bunlar çox böyük domendir də, yəni. Bəli, başa düşdüm. Oldu doktor. Çox sağ olun ümumiyyətlə bu gün verdiyiniz məlumatlara görə yeni şeylər öyrəndik. Çox sağ olun. Məmnuniyyətlə. Doktor, deməli İsmail Allahverdiyevin sualı var. Sadəcə doktor sizdən çox xahişim var. Mümkün qədər yığcam şəkildə cavab versəz çox xoş olar. Yaxşı. Buyurun İsmail bəy. Salam doktor, axşamınız xeyir. Mən bir sualım vardı. Türkiyədən hər hansısa bir ixtisas üzrə ixtisaslaşdıqdan sonra bu sizin çalışdığınız ölkəyə, İsveçrəyə gediş varmı? Varsa necədir?
Əlbəttə. Yəni Türkiyə Avropa sayılmadığı üçün gəlib diplomunuzu təsdiq eləməyiniz lazımdır. Məsələn, bizdə gələn var idi, bir nəfər var. İndi bizlə çalışır. Türkiyədən gəlib Ankara Universitetindən. Demək, radioterapevt idi. İndi gəlib onkoloji medikal eləyir. Burada sahələr ayrılır iki. Demək, belə deyək də, gəlirsiniz, sadəcə olaraq əvvəlcə assistent kimi başlamalısınız. Yəni gəlib işləyə bilərsiniz. Əgər müəyyən belə deyək də eksperyansınız da varsa, təcrübəniz də varsa, rahatçılıqla gələ bilərsiniz. Sadəcə olaraq məsələn baxır Türkiyədə təhsilinizin hansı ya da karyeranızın hansı stadında. Uzmanlığı bitirmiş şəxs artıq uzmanlığı bitirib. Uzmanlığı bitirdikdən sonra, bura gələndən sonra yenə də gəlib müəyyən qədər, yəni assistant kimi işləməyinizi istəyəcəklər sizdən və diplomunuzu təsdiq eləməyinizi istəyəcəklər sizdən. Amma gətirəndə ki, hansı yerlərdə işləmisiniz, çünki onların mənim başım çox ağrıdılar Fransadan, Fransa Avropa ölkəsi olmağına baxmayaraqdan. Yəni çox önəmlidir. Əgər xaricə gəlmək fikriniz, ümumiyyətlə hara gedirsinizsə gedin, varsa işlədiyiniz yerdən mən falan şeyləri eləmişəm, raporlu kağız almanız mütləq vacibdir. Arayışla gəlmək lazım. O ilə gəlsəz, müəyyən illəriniz tanına bilər. Və uzmanlığa görə də dəyişir. Nə uzmanısınız? Misal üçün ürək damar cərrahı. Yəni cərrahda nisbətən mənə elə gəlir daha şey olar, yaxşı olar. Çünki cərrah praktiki əməkdir deyə. Yəni siz əgər filan qədər mən cərrahiyyələrdə iştirak eləmişəm, çünki cərrahlardan onu soruşacaqlar. FMH-da məsələn deyir ki, filan qədər məsələn filan əməliyyatı eləmiş olmalısınız, filan qədər filan əməliyyatı eləmiş olmalısınız. Onları elədiyiniz haqqında bir raportla gəlsəz, sizin işiniz çox yaxşı olar. Amma mənə elə gəlir ki, burada gördüyüm qədəri ilə, yəni müəyyən qədər biraz o degradasiyanı götürməlisiniz də. Məsələn, bir tərəfdən tutaq ki, artıq uzmanlığını bitirmiş cərrahın gəlib assistent kimi 1-2 il işləməyi, biraz bunu qəbul edəcəksinizmi? Məsələ budur. Yəni Əlbəttə eləyərəm. Amma yoxsa olur. eləyərəm. Yəni o zaman gələ bilərsiniz. Yəni problem yox. Yəni demək istəyirəm ki, bu Azərbaycandan rezidenturanı bitirib getməklə və yaxud bakalavr bitirib getməklə Türkiyədən getmək arasında yəni bir fərq var, yoxsa eyni mərhələlərdən keçirlər hamısı? Yox, şey olaraq heç bir fərq yoxdur. Yəni dokumental olaraq heç bir fərq yoxdur. Dokumental olaraq heç bir fərq yoxdur, amma belə deyək də, indi öz aramızda da, yəni Türkiyə daha çox tanınıbdır, nəinki Azərbaycan Avropa ölkələrində olsa da. Yəni söhbət ondan gedir ki, siz dosyanızı göndərdikdə, görəndə ki, Türkiyədən gəlib, sizin hər hansı bir şefin diqqətini çəkmə şansınız daha çoxdur, nəinki Azərbaycandan gəlib. Sadəcə nüans bu ola bilər. Subyektiv bir fərq var. Bir də türklər burada çoxdur. Yəni o da əgər hansısa bir yəni verdiyiniz administrasiyada türk varsa, yəni çox gedir yəni tanışlıq söhbəti, rekomendasiya söhbəti çox gedir burada. Rekomendasiya olmayanda da olur. Yəni mənim məsələn gələndə rekomendasiya verilməmişdi İsveçrədə. Amma dedim ki, məli yerə yazdım, elə yəni axır şey elədim, yəni belə. Yəni olmayanda da olur, amma rekomendasiya ilə gələndə çox daha rahat olur. Ən azından bilirsən ki, bir tanış var da, yəni. Bir də bir sual verim doktor. Siz söylədiniz ki, başda Azərbaycanla əlaqələri saxlamışam, həm şəxsi, həm professional. İndi bildiyiniz qədər də nə dərəcədə mən dəqiq bilmirəm. Sizin bu dəqiqə İsveçrədə etdiyiniz onkoloji müalicələrin şəxsən sizi demirəm, ümumiyyətlə İsveçrədə olunanların hamısı Azərbaycanda da yerinə icra olunurmu yoxsa? Çox təəssüf hissi ilə deyirəm yox. Nə üçün yox? Çünki birinci dediyim kimi sığorta sistemi yoxdur. Sığorta sistemi İsveçrədə sığortaya daxildirmi onkologiya? Əlbəttə, nə danışırsınız? Kim ödəyə bilər, yəni cibindən 5000 evronu, 7000 evronu hər 3 həftədən bir illərlə. Yəni immunoterapiyanın bir dənəsinin qiyməti 5000 evrodur. 3 həftədən bir veririk. Bəzən dubl immunoterapiya. Bilirəm. Transtuzumab məsələn 3000 bizim pulundan Bu manat. mümkün deyil axı. Yəni Azərbaycanda çox olur elə xəstələrim. Gəlirlər, birinci, yəni pisdir soruşmağım, amma birinci onu deyirəm ya da kolleqalarımla danışanda deyirəm ki, maddi vəziyyəti necədir bunun? Yəni
Mən özü ən pisi bilirsiniz nədir? Bir dənə elə xəstəm olmuşdu, çox ürəyim yandı. İndi də danışanda çox pis oluram. Cavan bir xəstə idi, ağciyər xərçəngi idi. Demək PDL1-i pozitiv çıxmışdı. 50%-dən yuxarı %70 idi, neçə idi və çox gözəl nəticələr verirlər immunoterapiyalara. Onlar demişdim onlara ki, gedin bu testləri eləyin və PDL1 pozitiv gəldi, mən də uçuram da, vəsə da xəstəm ən azından bir neçə il yaşayacaq, belə deyirəm. Aha. Yəni ehtimal var. Gəl, yəni sonra baxdım ki, nə danışırsan? Bu xəstənin bunu götürmə imkanı yoxdur axı. Həftədə 3 həftədən bir 5000 vermə imkanı yoxdur axı. Yəni elə bil ki, əslində bilirsən çarən var hardasa bir neçə il yaşamaq, vəziyyətini düzəltmək. Amma əlində, yəni maddi olaraq ona çarə, o dəhşət bir şeydir. Yəni mən buna görə Azərbaycanda gəlib işləyə bilmərəm. Yəni Elə o sualı verəcəydim üçüncü. Amma yəni Azərbaycanla necə əlaqələrimi saxlaya bilərəm? Məsələn, bu cür webinarlar vasitəsilə bir də Azərbaycanda eləmək istədiyim, lütfən, yəni əgər məni hazırda kolleqalarım da var, eşidirlər, ya da tələbələr də var, depistaj məsələləri, skrininq məsələlərinə açıq olun. Azərbaycanda skrininq yoxdur. Millətimizin edukasiyası da getmir bu skrininq məsələlərinə. Yəni təsəvvür edirsiniz, mənim gördüyüm döş xərçəngindən, bilirəm az danışmalıyam, amma bu mövzulara gələndə az danışa bilmirəm, üzr sayın məni. Dərdim açılır ona görə. Yəni skrininq məsələlərində mən döş xərçənginin nə qədəri skrininqdən gəlir, depistajdan gəlir. Çünki qoyulubdur, bu sistem var. Ya uşaqlıq boynu xərçəngi. Qadınlar gəlir, özü də bax, bu demək olar ki, Avropada uşaqlıq boynu xərçəngi yoxdur. Niyə? Çünki skrininqlər gedir və HPV-nin vaksinasiyası gedir. Artıq belə deyək də yetkin yaşına çatan qadınlarda, qızlarda. Və inanın mənim bu dəqiqə Avropada, İsveçrədə gördüyüm xəstələri, uşaqlıq boynu xəstəlikləri hamısı gəlmələrdir. Cavan, 40 yaşında, 35 yaşında hamısı gəlmələrdir. Və metastatikdirlər. Özü axmaq xərçəngdir. Xərçəngdir, yəni aqressiv xərçəngdir, prostat kimi, kolon kimi deyil ki, metastatik olsa da sağalma ehtimalım var. Bunun altında birinci əgər populyasiyanın sağlamlığını mənimsəmək istəyiriksə, populyasiya kimi görürüksə, mütləq skrininq olmalıdır. Mən bu skrininqi Azərbaycana gətirmək, yəni bilmirəm, ha vaxt olacaq, amma bu vacibli bir şeydir. Kolon xərçəngi getdikcə cavanlaşır Azərbaycanda. Niyə bilmirəm. Yəni 35 yaşında kolon xərçəngi olar. Bir il bundan əvvəl 35 yaşında xəstə getdi. Eləmişlər mənə. O qədər elə vəziyyətdə idi ki, 35 yaşında kolon xərçəngi, metastatik, multimetastatik. Nə deməkdir bu? Yəni çox yaralı yerimdir mənim, çünki çox görülür bu şeyləri və bir də demək istədiyim, bunu deməsəm ürəyim partlar, çünki bunu fikirləşmişdim. Palliativ, çünki təəssüf ki, onkoloji xəstəliklərin çoxsunun sonu, indi kolleqalarla danışırıq, bilirik də, palliativlə gedir. Bir şəkildə palliativ xəstəlik yəni olur. Yəni artıq ölümlə də üzləşmək lazımdır və bu ölüm mərhələsini də, son stad mərhələsini də düzgün şəkildə jeri eləmək lazımdır və bu çox önəmlidir. Azərbaycanda paliatoloqlar yoxdur. Bu əslində bizim şeyimiz deyil. Bilirəm, görürəm. Paliatoloq olunmalıdır. Çünki xəstəni tədavi elədim, mən başa düşürəm, onkoloq kimi. Necə? Məsələn, gəlir xəstə artıq axırıncı stadiyadır. Deyir, mənim sənin üçün eləyəcək bir şeyim yoxdur da. Nə edeyim mən? Yəni yoxdur. Amma yoxdur deyə bu xəstəni axı atmaq da olmaz. Candır, əzab çəkir, ağrı çəkir. Ya da çox pis vəziyyətdədir. Buna kimsə baxmalıdır da. Heç kim baxmır o xəstələrə. Heç kim baxmır. Yazıqlar çox acınacaqlı vəziyyətdə ölürlər. Yəni ölüm də əslində həyatın ən önəmli yəni stadıdır. Çünki ölən ölür, gedir, okey. Amma o ölüm anı o xəstənin yaxınlarında sonuna qədər, yaxınlarının sonuna qədər qalır. Və bizim ixtiyarımız yoxdur ki, mən öz adıma deyirəm, istəyir həkim kimi, istəyir insan kimi. Onu düzgün şəkildə, professional şəkildə idarə eləməyək. Haqqımız yoxdur. Buna insan kimi haqqımız yoxdur. Və bu olunmalıdır. Paliatologiya olunmalıdır Azərbaycanda. Morfiniklərin düzgün istifadəsi olunmalıdır. Bir də bunu da demək istəyirəm,
Dik sahəyə gedir. Məsələn, Azərbaycanda bir xəstə var idi. Xəstə uşaq axırıncı stadiyadır. Yəni həftə kimi ömrü qalıb da. Xəstənin yoldaşının xəbəri yoxdur ki, bu öləcək. Təsəvvür edirsiniz? Nə xəstənin özünün də xəbəri yoxdur. Mən başa düşmürəm, bu nə də deontolojik bir şeydir. Bəlkə bunun yoldaşına deyəcək bir sözü var. Bəlkə eləyəcək bir məsələsi var. Bu məsələ, bilmirəm, bəlkə mən Avropa təhsili almışam deyə burada belədir. Deməlisən, xəstən öləcəksə, deməlisən ki, sən öləcəksən. Yəni bunu insani şəkildə deməlisən, amma deməlisən. Yəni bəlkə məni bu dəqiqə mühakimə eləyəcəksiniz ya da dinləyənlər mühakimə eləyəcək. Amma ölüm də həyatın bir nöqtəsidir. Ölüm də həyatın bir anıdır, yaşanmalıdır və hamımız bunu bir gün yaşayacağıq. Bəli, yəni gec biri Amma bunu xəstəlikdən bilmək lazımdır. Bunu bilməlidir insan. Bilmirəm, yəni belə. Amma mənə maraqlı olar Azərbaycandakı kolleqalarım ya da gələcək kolleqalarım, təhsildə, tibbdə olanlar bu haqqda nə fikirləşir? Əslində bu başqa bir webinarın mövzusudur. Amma imkan olar mən daha ətraflı buyurun, üzr inşallah qismət olar. Yox, burada mən deyəcəklərim necə deyim, burada deyə bilmirəm. Azərbaycanda onkologiya haqqında başqa vaxt inşallah. Çox sağ olun İsmail bəy. Buyurun. Doktor sizə çox sağ olun ətraflı cavabınız üçün. Rəfiqə xanımın burada sualı var. Buyurun. Salam, axşamınız xeyir. Çox sağ olun məlumatlarınız üçün, Sərbər xanım. Sualım işə qəbulundan bağlıdır. Biz CV-lərimizi hansı şöbələrə, hansı ixtisaslı şöbələrə açsaq qəbul alma ehtimalımız daha çox olar və ümumiyyətlə İsveçrədə vəziyyət necədir bundan bağlı? Xarici tələbələr daha çox hansı ixtisası qəbul edirlər? Əslində belə deyək də, mən əgər başlamaq, belə də İsveçrədə başlamağa sizə məsləhət görərdim daxili xəstəliklər. Daxili xəstəliklərlə başlayasınız. Çünki yəni fərqi yoxdur. Hansı lap cərrahiyyə belə olsa, hansı ixtisasa verirsinizsə verin, sizdən daxili xəstəlikləri bir şəkildə eləməyiniz yəni tələb olunacaqdır. Və ayaq basmaq üçün belə deyək, İsveçrə sisteminə daxili xəstəliklərdən başlamağınız həm yer olaraq daha rahat olar sizə. Həm alışmaq olaraq daha rahat olar sizə. Yəni belə. Və dediyim kimi yaxşı olar ki, B və C, yəni başlamaq üçün B və C kateqoriyaları xəstəxanalara müraciət eləyəsiniz. Və bəzən elə olur ki, daha çox onu şüv eləyir. Belə adamı biraz belə deyək də şüv Lozandakı xəstəxanadır. Dosyeni göndərirsən 2 il əvvəl, 2 il sənə cavabı gəlmir, 15 gün əvvəl sənə yazır ki, bəs filan vaxtda gəlib işə başlaya bilərsən, amma mən bəyəm necə gəlim 15 gün əvvəl? Mən axı orqanizə olmalıyam, gəlməliyəm, işim var, gücüm var, həyatım var. Yəni belə olur bəzən də. Bu da ola bilir. Amma bu daha çox universitet xəstəxanasıdır. Niyə? Çünki kimsə əvvəlcədən götürürlər, normalda 2 il əvvəlcədən, 1 il əvvəlcədən, çünki uzun müddətdə götürürlər və sonra nə isə səbəbdən həmin adam gəlməyəndə digər dosyalara baxırlar. Yəni mənim məsləhətim B və C kateqoriyalarına verin, A-ya da verin, amma B və C. Yəni deməyin ki, bu B desəydi mən vermirəm, illa ki də A-dan başlayım. Elə eləməyin. Çünki B və C-yə verin, A-ya da verin. İndi bəlkə inşallah bəxtiniz götürdü, A-dan başladınız. Amma A-dan başlamağı bəxtiniz götürsə də məsləhət görmərəm. Nə üçün? Çünki xaricdə gəlib işləməyin, bir də İsveçrəlilər dediyim kimi, yəni tolerant deyillər. Biraz çətinlikləri var. Yəni başlayırsınızsa biraz daha sizə rahat olacaq. Kiçik xəstəxanadan başlamağınız rahat olar ki, daha belə deyək də tələbləri az olsun. Sonra artıq özünüzə gəldikdən sonra tələbləri yuxarıya qaldıra bilərsiniz. Bu baxımdan medisin internlə başlayın. Bunu məsləhət görərdim. B və C-dən başlayın. Bilmirəm, sualınıza cavab verdim. Bəli, çox sağ olun. Bəs rezidentura qəbul üçün hansı ixtisasları xaricilər daha çox qəbul edirlər? Yəni məsələn, o kimi ixtisaslara qəbul varmı xaricilər? Yəni hər ixtisasa qəbul edirlər. Yəni elə bir məhdudiyyət yoxdur. Çünki artıq burada rezidentura tamam təhsil kimi də gedir, amma iş kimi də gedir. Yəni sən burada işçi sayılırsan. Təhsildən çox işçi sayılırsan. Çox sağ olun. Buyurun.
Deməli, Firuzə Əlizadənin sualı var. Buyurun, Firuzə xanım. Öncəliklə axşamınız xeyir. Axşamınız Bura Almaniyadan qoşuluram. İnşallah Almaniyada bakalavr bitirmək kimi bir fikrim var. Prosta bilmək istəyərdim. Uzmanlıq üçün cərrahiyyə ixtisası seçmək istəyirəm. İsveçrə mi daha yaxşıdır, yoxsa Almaniya mı yaxşıdır, yoxsa Almaniyada qutarım İsveçrəyə mi gəlim? Necə bir yol tövsiyə edərsiniz? Valla mən Almaniyanı bilmirəm. Yəni Almaniya haqqında sizə nə desəm, yəni çünki bilmədiyim bir sahədir, bir şey deyə bilmərəm sizə. İsveçrəyə gələ bilərsiniz. Siz indi 6-cı kursdasınız. Yox, birinci kursdayım hələ, amma yenə də biraz gələcəyə düşünmə hər Mən insan. sizin yerinizdə olsaydım, Almaniya vətəndaşısınız? Orada doğulub böyümüş. Hələ ki xeyr, yox. 2 il Atuzda oxuyub Eləncəyə gəlmişəm. Anladım. Okey. Mən sizin yerinizdə olsaydım, indi bilmirəm, yəqin ki, çünki bəzən Azərbaycanlı Almaniyada doğulmuş Azərbaycanlılarımız var, ona görə soruşdum ki, yəni Bəli. o deyilmi? Belə. Yaxşı olar ki, onda Almaniyada, yəni yenə Almaniyada yəqin ki, çox yaxşıdır təhsil, amma bilmədiyim üçün yəni bilmirəm də. Amma öz tərəfimdən baxanda fikirləşirəm ki, hansısa ölkənin nə qədər çox eksperiyansı olursa, o qədər yaxşıdır. Yəni Almaniyada onsuz da oxuyursunuz, Almaniyanı görəcəksiniz, Almanları biləcəksiniz, oranın tibb sahəsini biləcəksiniz, sığorta sistemini biləcəksiniz. Gəlib ikinci bir ölkənin sistemini görmək, yəni tamam çətindir, çünki alışdığım o komfort dairəsindən çıxırsan, amma yəni maraqlıdır da, yəni yeni bir ortam tanıyırsan, yeni bir networking qurursan. Məsələn, mən belə fikirləşən adamam. Məsələn, mən dediyim kimi Fransada qutardım, Fransada qəşəngcə işləyirdim. Birdən ağlıma əsdi ki, yox da, yəni gedim də, yəni gem görüm ora necədir? Yəni ikinci bir ölkəni, hətta üçüncü bir ölkəni, çünki Monacoda da işləmişdim. Üçüncü bir ölkəni gedim görüm necədir? Belə, yəni bu baxımından öz şəxsi təcrübəniz, istəyir insan kimi, istəyir professional olaraq da yaxşı olur. Çünki burada məsələn mən bütün professorlarımı tutaq ki, baxanda da həyat yollarına baxırsan ki, bir yerdə qalmayıblar da, yəni. Bəli. Almaniyada olublar, nə bilim, İsveçrədə olublar, Fransada olublar, Belçikada olublar, Amerikada olublar. Yəni və sonra da artıq tibb mühitinə girdikdən sonra o cəmiyyətin bir fərqli aurası olur. Nə baxımından fərqli aurası olur? Yəni fərq eləmir artıq harda yaşayırsan. Məsələn, burada oturanda sənə deyəndə ki, filan onkoloq, sən artıq onu bilirsən ki, hə, o Amerikadadır, filan yerdədir, San Fransiskodadır, ya da məsələn, filan kəs Türkiyədəndir, filan kəs məsələn, filan ölkə. Artıq elə bil ki, bir ailənin üzvü olursan. Aydındır. Cərrahlarda da yəqin elədik, kardioloqlarda da. Təbii. Və bu, ümumiyyətlə, insan olaraq xislətindədir. Bir cəmiyyətə aidiyyatın olmağı da çox önəmlidir. Bəli. Və belə, yəni mən belə fikirləşirəm. Mən sizin yerinizdə olsaydım belə eləyərdim. Almaniyada qutardım, ondan sonra, amma bir dənə o söhbət var da, mən bilmirəm, Fransada belə bir nüans var idi. Yəni Fransada əgər Almaniyada Fransada qutardıqdan sonra minimum 1 il rezidentura eləmirsənsə, getdin, nəsə bir problem oldu, sonra sən qayıdıb Fransada işləyə bilməzdin. Bütün 6 il batırdı. Onu öyrənmək lazımdır ki, Almaniyada elədir, yoxsa yox. İndi işdir də, bir gördünüz gəldiniz İsveçrəyə, nə xoşunuza gəlmədi, ya nə bilim, iş yoldaşınızla, şefinizlə sözünüz düzdür. Əgər o problem varsa, minimum 1 il rezidentura eləyin. Onu gərək qanunvericiliyini öyrənəsiniz. Ki, yəni, ən azından bir də gördünüz, təzədən Almaniyaya qayıtmaq istəsəz, Almaniya diplomunuz batmasın. 6 il oxuyasan, bitsin də. Məsələn, bu var. İkinci bir şey də, məsələn, məni Fransada bitirməyimə gətirən, çıxardan bir bu oldu. Bir də vətəndaşlıq məsələsi oldu. Məsələn, bilmirəm, indi siz vətəndaşlığa ha vaxt verə bilərsiniz Almaniyada. Universiteti qutaran kimi, bakalavrı bitirən kimi. İşləməlisiniz də. Çünki məsələn, Fransada elə idi, pul qazanmırsansa vətəndaşlıq yoxdur, yəni. Konkret olaraq. Yəni, gərək pul qazanasan, verəcəksən.
Ondan sonra sənəd verəsən, o sənəd verəndən sonra da bir 3 il, 4 il sonra ondan sonra sənə yəni cavab gəlir belə. Hı Yəni hı. belə. Amma lap tutaq ki, elə olmuş olsa da yenə də gecikmirsiniz. Aydındır. Çox sağ olun. Bir də mən dil barəsində soruşmaq istirdim. Yəni hal-hazırda alman dilini bilirəm, C1 səviyyəm var. Yəni ekstra olaraq İsveç dili də öyrənməliyəmmi? Yox, İsveçrədə Almaniyaya gələcək, Alman dilli kantona gələcəksiniz. Mən gəlir ki, yəni belə deyək də çox vaxtınız varsa, dilləri çox sevirsinizsə, hobbi kimi öyrənirsinizsə, öyrənin belə Aydındır. hesab atmaq üçün fransız dilini də. Amma yoxsa, yəni Alman kantonuna rahatçılıqla gələcəksiniz. Bernə gələ bilərsiniz, Brüsselinə gələ bilərsiniz, Zürihə gələ bilərsiniz. Yəni Aydındır. Çox sağ olun. buyurun. Çox sağ olun. Düzdür, doktor, sizin dediklərinizə əlavə eləmək istəyərdim mən ki, məncə Firuzə xanım burada soruşanda ki, daha yaxşıdırmı falan. Firuzə xanım, məncə siz o yaxşıdır deyəndə siz daha çox nələri özünüzdə nəzərdə tutursunuz? Məncə onları dəqiqləşdirsəz daha yaxşı Əm, olar. Yəni öncəlik olaraq. Sonra Aydındır. Yəni cərrahi ixtisaslar məsələn hər yerdə eyni səviyyədə deyil. Məsələn, bəziləri hətta deyir ki, Türkiyədə daha güclüdür, nəinki Almaniyada. Ki mən düşünürəm ki, bu universitetdən universitetə dəyişir, yəni universitet klinikalarından dəyişir. Mütləq. Yenə də bilmək istəyərdim İsveçrədə cərrahiyyə nə qədər güclüdür. Bu Mən biraz mənə maraqlıdır. İsveçrədə cərrahiyyə nə qədər güclüdür? Cərrahiyyə sahəsində işləməmişəm İsveçrədə. Yəni bilirəm. Amma Başa yəni məsələn mən indi şüvdəyəm də, şüvdə gördüyüm qədərilə, yəni hər sahələrində, çünki yəni belə deyək də İsveçrənin tibbinin ən güclü olduğu sahə buradır. Mənə gəlir ki, çox yaxşı olar, amma yəni Almaniyaya müqayisə edəndə necə eləyə bilim? Sadəcə deyirlər ki, məsələn mən elə onu öz aramızda onu danışmalıyıq da, yəni maaş məsələlərinə də baxmaq lazımdır ki, çünki gələcəkdə yəni o baxımdan da baxmaq lazımdır. Yəni mənə elə gəlir ki, Fransaya görə internanın maaşı Fransada çox aşağı idi İsveçrəyə görə. Yəni Almaniyada da mənə elə gəlir elə olar. Yəni Almaniya İsveçrəyə çatmaz maaşda. Elə gəlir mənə. Almaniya maaşlarını bilmirəm. Buna da baxmaq lazımdır, amma bunu da bilmək lazımdır ki, İsveçrədə yəni yaşam xərcləri də yüksəkdir. Yəni Almaniya kimi qətiyyən. Elədir, hə. Almaniya Fransadan ucuzluqdur. Elədir. Fransa Almaniyadan bahadır. Amma İsveçrə yəni Fransadan da bahadır, Almaniyadan da bahadır. Yəni belə. Yəni bunu da nəzərə almaq. Mənim kiçik bir əlavəm oldu. Necə? Üzr istəyirəm. Kiçik bir əlavəm olacaq. Bu yayılan mif barədə mən çox insandan mən də burada eşitmişəm ki, bəs Türkiyədə cərrahiyyə çox güclüdür. Almaniyaya gedəndə Almaniyaya cərrah ola bilmirsən. Belə deyimlər mən də çox eşidirəm buradan. Özüm də Almaniyaya getməyi planlayıram. Yəni bu düzünə qalsa ixtisasa dəyişir, amma doktor demiş universitetdən universitetə dəyişir. Yəni sənin Almaniyada daha yaxşı cərrah ola bilməyəcəyini heç kim deyə bilməz yəni. Sən düşdün, Təbii. Almaniyada hər hansı bir qəsəbə xəstəxanasına düşməklə Türkiyənin Hacettepe Universitetində uzmanlıq keçmək eyni bir şey deyil də. Çünki Hacettepe dünya sıralamasında olan bir universitetdir. Yəni ona görə bu əsasən məkana görə də dəyişir, bir yerə də görə dəyişir. Adi qısa bir misal çəkim. Məsələn, elə tanıdığım neyrocərrah var, məşhur neyrocərrah Qazi Yaşargil. İsveçrə təhsillidir. Basel Universitetində təhsil alıb səhv eləmirəmsə, neyrocərrahiyyə misal çəkilsə olsun. Yəni hər yerdə yaxşı bir kadr kimi Aydındır. Aydın, təbii. Zaten mən ona görə elə bakalavrdan birbaşa Almaniyada başlamaq istədim ki, həm əlavə imtahan verməyim, həm universitetə qutaran kimi ixtisasa başlaya bilim. Amma yenə də bir maraqlı gəldi ki, İsveçrədə cərrahiyyə nə dərəcədə inkişaf edib ya da digər ölkələrlə bir fərqləndirmək olarmı? Çox sağ olun. Buyurun, estağfurullah. Mən də bu sualları çox verirəm. Amma məncə hər hansı ixtisasa marağınız olsa, travmologiya və yaxud travmatologiya marağım var, o ixtisasın İsveçrədə bu universitetdə və yaxud bu bölgədə inkişafına baxıb dəyərləndirib gedə bilərsiniz. Məsələn, perspektivinə baxıb dəyərləndirib getsəz daha belə məntiqə uyğun olar. Aydındır, çox sağ olun. Buyurun, siz sağ olun. buyur.
Rövşən, mən Buyur, buyur. Həşimov Həşimli dostumuzun bir sualı var deyəsən yenə. Düzdür. Ondan əvvəl Altay Səmədlinin sualı Hə, var. hələ oydu, Yəni, görməmişəm mən ona görə. Altay bəy, buyurun. Bizim Axşamınız xeyir. Axşamınız xeyir. axşam. Ə, Siz İsveçrədə dediniz ki, rezidentura təhsili üçün birinci bura gələnlər diplomunu tanıtmalıdır. Səhv etmirəmsə elə belə düşdüm, düzdür? Yox, demək, yəni mən o yolu keçməmişəm. Ona görə bildiyim qədəri ilə deyəcəm sizə, amma dediyim o saytlardan baxıb dəqiq məlumatları ala bilərsiniz. İsveçrədə işə başlamaq üçün illa ki də diplomu öncədən təsdiqləməniz şey deyil, yəni o deyil, yəni vacibli deyil. Sadəcə iş yeri tapmanız gərəkir. Yəni ilk hər şey başlayır o iş yerindən tapmaq. Kimsə sizi işə götürsün. Yəni demək istədiyim budur ki, indi orada rezidentura təhsilinə başlamaq üçün, məsələn, Almaniyada hal-hazır diplom tanınması, yəni son illərdə çox çətindir, hətta demək olar qeyri-mümkündür. Yəni demək istəyirəm, əgər İsveçrədə birdən diplom tanınması olmasa, eyni Almaniyadakı kimi, məsələn, orada aprobarasiya imtahanı var. Yəni İsveçrədə belə bir imtahan varmı, yəni? Buradan gələn, Azərbaycan gələn var. Elə bir imtahan var, amma o imtahanı işləyə-işləyə keçə bilirsiniz. Yəni deməyim odur. Bir var ki, işləmirsiniz, yəni oturmusunuz evdə. Çünki həm Avropada yaşamağın da bir axı maddiyyatı var da və vaxt da gedir və adamın həvəsi də gedir. Amma burada məsələn işləyə-işləyə əsas önəmli odur ki, bir post tapasınız, bir işləməyə yer tapasınız. Birisi sizi qəbul eləsin. Qəbul elədikdən sonra sizə deyir ki, məsələn, mayın 1-dən gəlin işləyin də, tutaq ki. Mayın 1-dən işləməyə başladınız, sonra ha vaxt ki özünüzü hiss elədiniz ki, imtahana hazıram, o vaxta kimi imtahana hazırlaşmalısınız. Sonra gedirsiniz, o imtahanı keçirsiniz. Fikrimi izah edə bilərəm? Bəli, aydındır. Çox sağ olun, məlumatı sözür. Amma əsas Doktor, önəmli bəs olan həmin o İsveçrədə işlədiyimiz dönəmdə iş icazəsi almaq necə olur bəs? O iş icazəsini almaq Səfirdən falan necə alır? onu şey eləməlidir də, yəni o Azərbaycan sistemində onu Azərbaycanda deyirsiniz necə viza almaq? Yox, Azərbaycanda demirəm. Mən atıram Almaniyaya işləmək üçün getsəm, Almaniyada belə müstəqil bir iş icazəsi almalıyam imtahanı keçdikdən sonra. Amma siz dediniz ki, İsveçrəyə getdikdə mən diplomu tanıtmamış işləyə bilərəm. Diplomu tanıtmamış işə müraciət edəndə iş icazəsini almaq üçün hara müraciət etməliyəm? Bu MEBK-ya müraciət etməliyəm, yoxsa necə olur o proses? Məlumatınız var? O haqda əslində o qədər məlumatım yoxdur, amma mən bildiyim qədəri ilə, yəni hamısı başlayır sizin işi tapmağınızdan. İşi tapmaqdan sonra həmin yer ki, məsələn, tutaq ki, şu sizi qəbul elədi ki, deyir ki, məsələn, mayın 1-dən gəlin işləməyə. Əslində normalda hardasa bir rahat 6 ay əvvəlcədən minimum əvvəlcədən bilirsiniz ki, siz burada gedib işləyəcəksiniz. Yəni kontraktınız elə imzalanır. Ondan sonra artıq sizə, yəni rəhbərlə danışdınız, rəhbər həkimlə danışdınız. Rəhbər həkim dedi ki, hə, mən sizi işə alıram, xoşuma gəldi dosyeniz, okey? Ondan sonra artıq siz də deyirsiniz ki, okey, razılaşdıq, kontraktı imzaladıq. Ondan sonra rəhbər həkim sizin sənədlərinizi verir RH-a, işçiləri alan yerə də, xəstəxananın o bölməsinə. Və orada sizə artıq 50.000 dənə dokument gəlir. Ki, bunları imzalamalısınız, nə bilim, vaksinasiyalarınızı göstərməlisiniz, sicilinizi göstərməlisiniz, eləməlisiniz, sənədlər göndərilir ki, bunu filan idarəyə verin, filan idarəyə verin. Ona artıq hamısını xəstəxana sizə göndərir, xəstəxana ilə eləyir. Amma ən önəmli nöqtə, istəyir iş oturumu olsun, istəyir oturum olsun, iş icazəsi olsun, hamısı oradan gəlir. Hamısını xəstəxana həll eləyir. O vaxta qədər ki, sizə şey gəlsin, yəni həkim, şef işə götürsün. Yəni açar nöqtə həkim. Çox sağ olun. Buyurun. Tural Həşimli, buyurun. Ondan əvvəl çatda bir sual var. Bir dostumuz sual verib, Səbinə xanım. Deyir, Azərbaycanın tələbələr üçün nə məsləhət görərsiniz? Sırf onkologiya ilə maraqlı olan. Azərbaycanda rezidenturanı bitirib, yoxsa birbaşa xarici oxumağı tövsiyə edirsiniz? Baxır xanımın dediyim kimi neçə yaşı var. Əgər xanımın
20-dən aşağı, ya 20, əslində yaş dediyimiz də başqa bir mövzudur da, yəni onun da insan istədiyi yaşda istədiyi hər bir şey eləyə bilər, o başqa mövzudur. Yəni əgər belə deyək də, rezidentura sualını verdi, yoxsa ümumi olaraq tibb təhsilini deyir? Ümumi olaraq mən bilən verib bir əlavəsi olsun. Hal-hazırda Çünki belə tələbədir xanım. tələbə. Tələbə də var. Əgər tələbədirsə, yəni ilk 6 illik təhsili deyirsə, ilk 6 illik təhsilin ilk 2 ilindədirsə, 2 il bir şey deyil, 2 il itirmək olar. Yəni fransız dilini öyrənsin, gəlsin burada, əgər özünə o baxımından güvənirsə, kapasitesi varsa, gəlsin burada birinci ildən oxusun 6 il Fransada. 6 il Fransada oxusun, fransız ilk 6 illik təhsilini alsın. Çünki həm təhsil ucuzdur, həm də xarici tələbə gəlib eləyə bilir. Bilmirəm indi Leçin illiyi nə qədərdir, amma burada Fransada, yəni illik sığortan da ona daxil 500-dən 500 evrodan aşağıdır. Təsəvvür edirsiniz, heç nədir. Həqiqətən. Fransa kimi, gəlin Fransanın təhsili kimi. Onun üçün, yəni çünki bunu da nəzərə almaq lazımdır da ki, sığortanız da ona daxildir və demək olar ki, pulsuzdur təhsil Fransada. Onun üçün deyirəm, əgər ilk 20 yaşlarındasınızsa, ilk 6 illik təhsildən gedirsə, gəlin Fransada oxuyun. Ondan sonra istəsəz Fransada qalın, istəsəz İsveçrəyə gedin. Bu başqa. Yox, artıq başlamısınız Azərbaycanda və artıq 4-cü, 5-ci kursdasınız, artıq bitirmək üzrəsinizsə və 6 ili təzədən eləmək istəmirsinizsə ki, başa düşülür, o zaman 6-cı ili qurtarın və çalışın İsveçrədə rezidentura tapın, elə gəlin eləyin. Yox, məsələn, sual budursa ki, yəni bu dəqiqə onkoloq olaraq nə edə bilərəm? Bütün onkoloqların da əslində belə deyək də dünyada bildiyi kimi ESMO saytıdır, ASCO-nun saytıdır. Bunlara girib ən son şeylərdən məlumat almaqdır. Budur yəni. Oldu doktor, çox sağ olun doktor. Bizim vaxtımız qısıtlıdır. O zaman onun üçün bir son sualı alaq. Əlini qaldıran bəydən elə. Buyurun. Mən son olaraq maliyyə tərəfini soruşmaq istirdim. Məsələn, yolların təqribi olaraq bildiyim İsveçrədə gəlib necə oxumaq olar, diplomla falan ya da Avropa vətəndaşlığı ilə, Azərbaycan vətəndaşlığı ilə falan. Amma belə maliyyə baxımından nə qədər ortalama tutur? Bir də orada həkim kimi işləmək nə qədər gəlir gətirir ortalama olaraq təqribi? Belə deyək də, yəni siz rezidenturanı deyirsiniz də, belə başa düşdüyüm qədərilə. Yəni hə, bəli. Gəlib orada rezidentura. Çünki dediyim kimi İsveçrədə gəlib tibb təhsilini oxumağa icazə vermir. Çox qəribədir. Niyə bilmirəm, amma icazə vermir. Vətəndaşlıq demişdiniz, deyəsən olmalıdır. Yox, ailəm burada yaşamalıdır. Ailəm İsveçrədə yaşamalıdır. Çox qəribədir. Yəni 18 yaşından sonra artıq hər kəs, yəni bilmirəm də nəsə belədir burada, sistem belədir. Nəysə, onun üçün deyirəm ki, yəni əgər ilk 6 ili deyirsinizsə, ilk 6 ili gəlib İsveçrədə oxuya bilməzsiniz. Amma sonraki rezidenturanı deyirsinizsə, belə deyək də, ən azından sizə yetəcək qədər yaşayacaqsınız. Yəni lap ailəlisinizsə, yəni ikinci nəfəri belə keçirdə bilərsiniz. Demirəm full yaşayacaqsınız, amma yaşayacaqsınız. Yəni yetəcəkdir sizə. Belə, yəni. Amma məsələn gələcək 3 uşaqla gələcəksinizsə, hə bu biraz problematikdir, belə deyək. Ödənişli olur yoxsa? Necə? Universitetin özü ödənişli olur rezidentura ilə gedəndə? Yox. Yəni burada zaten rezidentura kimi işləyirsinizsə pul alırsınız, maaş alırsınız və maaş hər ildən kiçik məbləğ olsa da artır və rezidenturanızın ilinə görə, yəni eksperyansınıza görə maaş şeyi dəyişir. Yəni belə deyək də 5-dən 5000-dən başlayır hardasa, sonra yavaş-yavaş artır. Amma buranın 5000-i ilə, İsveçrənin 5000-i ilə, Fransanın 5000-i, Almaniyanın 5000-i, Azərbaycanın 5000-i, yəni getməsin də. Burada bir adamın yaşaması üçün rahat normal yaşaması üçün, belə deyək də, rahat 3500 gedir yəni. Yəni 5000 dəhşətli bir pul deyil burada, belə deyək. Amma başlanğıc olaraq hardasa 4-5 min arası olur. Ondan sonra il artır yəni. Amma
dediyim kimi sizə çatacaqdır. Yəni sizin əlavə olaraq başqa bir maliyyəniz olmağınıza ehtiyac yoxdur. Yəni ailəmdən pul alacağam, eləyəcəm söhbəti yoxdur. Əgər belə deyək də nisbətən ekonomiyanızı yaxşı idarə edə bilən adamsınızsa, yaxşı, yəni yetəcəksiniz. Arada restoranda da gedəcəksiniz, gezməyinizə də gezəcəksiniz. Yəni belə. Son sualı da Xatirə xanım sual vermək istəyir. Amma ondan sonra xahiş edirəm. Buyurun Xatirə xanım. Oldu, son bir sual deyim. Alman dili ilə Alman dili öyrənib İsveçrəyə getmək olur, yoxsa ancaq İsveç dili olaraq tələb olunur? İsveçrədə 3 dil keçir. Alman dili, fransız dili, İtalyan dili. Yəni bu dillərdən hansı birini bilsəz, həmin kantona görə gəlib işləyə bilirsiniz. Hə, oldu, çox sağ olun. Buyurun. Yazsaz ChatGPT-yə falan görəcəksiniz. 3 yerə bölünüb. Əsasən sol aşağı bölgələr Fransaya yaxın bölgələr, daha doğrusu fransız dilində danışır. O fransız kantonudur. Səhv eləmirəmsə, Zürih kantonu, o kanton yaxınlığında ərazilər Alman dilidir. Yəni belə, digərlərini bilmirəm hal-hazırda. Doktor, çox təşəkkür edirik dəvətimizi qəbul edib gəldiyiniz üçün. Bitirsə yaxşı olsun ki, bu söhbət davam etdirsək 3-4 saat davam edəcək. Çox maraqlı söhbət edirikdən. Buyurun. Minnətdarıq hər şey üçün. Çox təşəkkürlər. Mən təşəkkür edirəm. Bayramınızı təbrik edirik. Həm Novruz, həm də Bayramınız mübarək. bayram. Mənə Facebookdan yaza bilərsiniz. Biraz cavab verməkdə uzun çəkirəm, amma cavab verirəm. Paylaşacağıq. Yaxşı? Oldu. Çox sağ olun. Hələlik, sağ olun. Sağ olun. Sağ ol, doktor. Sağ olun. Sağ olun. Sağ olun. Sağ olun.